Rəhman və Rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz dinamsevərlər. Müqəddəs Ramazan ayının 10-cu günündə ilahi təslimiyyətimlə, qəlbimdən süzülüb gələn ən ülvi dualarımla əl qaldıraraq Rəbbimdən təvəqqə edirəm. Allah Taala hər birimizin oruç və namazlarımızı qəbul etsin. Sübhün erkən çağında, mələklərin seyr etdiyi bu vaxtda niyyət edərək oruç tutmağa, ibadət edən, dua edən, zikr edən, inamın işığında bizi izləyən bütün sevimli izləyicilərimizi salamlayır. Allahdan onlara güc, qüvvət, iman, təqva dolu gün arzu edirəm. Bəli, yenə də yenilməz İnam komandası ilə inamın işığında Ramazanın fəzilətlərini sizlərlə bölüşmək üçün gəldik. Qonaqlarımı təqdim etmək istəyirəm. Hamımızın sevimlisi, millətin vəkili, heç zaman inamın işığında bizi tək qoymayan, əziz qardaşım, mən daim mənəvi dəyərlərimizin təbliği yolunda sizinlə bərabərəm deyən, mənim də özümün ayrıca çox sevdiyim ilahiyyatçı, alim, millət vəkili Ceyhun Məmmədov. Ceyhun mənim, xoş gördük. Xoş gördük Seydim. Sabahınız xeyirli uğurlu olsun. Sabahınız xeyir, Allah razı olsun. Gözəl bir gündür, Ramazan 10 günü artıq. Elədir. Arxada qaldı, bizi tərk etdi. Allah bütün duaları, ibadətləri qəbul eləsin. Amin, Allah inşallah. sizdən də razı olsun. Böyük bir xidmət göstərirsiniz, dövlətçiliyimiz üçün, xalqımız üçün. Allah güc versin, taqət versin. Təşəkkür edirəm. Siz də İnam komandasının millət vəkilliyini ucada saxlayıram. Bir üzvüsünüz. Ona görə Allah hər birimizə güc və qüvvət versin. Amin. Mənim üçün çox dəyərli olan ölkədə vəhdətin, birlik və bərabərliyin, görüşlər arası münasibətlərinin mühafizə olunması yolunda layiqincə mücadilə verən ilahiyyatçı alimlərdən, dini qurumlar üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyatçı alim, eləcə də İlahiyyat Məscidinin imamı Vüqar Səmədov. Vüqar mənim, xoş gördük, sabahınız xeyirli olsun. Xoş gördüm Seyid. Gərgin işdən sonra hörmətli millət vəkilim deyir, çətin deyir gəlmək. Sizin üçün necə? Yox, şükür Allah. Hər şey qaydasında. Hər şey qaydasında. Allah mühafizə eləsin. Sizin də böyük xidmətləriniz var. Çox böyük xidmətləriniz var. Hətta bugün sizin xidmətlərinizlə bağlı qonaqlarımız vardı. Onlar da danışdılar görünməyən tərəfləri və ona görə də ayrıcı olaraq qəlbim fərəhlə doldu. Allah sizdən razı olsun. Çox sağ olun. Mənim üçün çox dəyərli olan Azərbaycan dini camiyyəsi adına, Azərbaycan gənc ilahiyyatçıları arasında xüsusi seçilən, öz əxlaqı ilə, elmi ilə, mənəviyyatı ilə Müşfiq Abad Məscidinin imam mavini, mən düşünürəm ki, çoxdan imam olmalıdır. Bu bir mənalıdır. Çünki tanıdığım, bildiyim dövlətçiliyə, din-dövlət münasibətlərinə möhkəmlənməsi yolunda layiqincə mücadilə verən ən əsası Qarabağ qazisi, Quran hafizi Sadiq Məmmədov. Xoş gördük əzizim. Xoş gördük Seydim. Necəsiz? Əlhəmdülillah. Necə keçir? Allah həmd olsun, yaxşıdır, çox şükür. Məsciddə sonra sübhün erkən çağında gəlirsiniz. Xoşdur bizim üçün bu gözəl verilişə gəlmək, insanları maarifləndirmək üçün olan bu verilişə gəlib bizim də bir xırda da olsa payımızın olması bizi xoşbəxt edir. Təşəkkür edirəm. Elə Quran hafizi, Qarabağ qazisi bu düşüncənin daşıyıcısı olar. Eləmi millət vəkilim? Bəli, tamamilə doğru. Onda çox vaxt istismar etməyək. Bildiyiniz 10 minlərlə, artıq minlərlə deyil, 10 minlərlə suallar var. İlk sualım hər üçünüzə, birinci hörmətli millət vəkilimizdən, ilahiyyatçı alim Ceyhun Məmmədova ünvanlayıram. Ramazanda günahları tərk etmək üçün bu fürsəti necə dəyərləndirməliyik? Ümumiyyətlə Seydim, biz İslamda ibadətlərin fəlsəfəsinə baxanda ibadətlərin əsas məqsədlərindən biri də həm də insanları günahlardan çəkindirməkdir. Bəli. Yəni hətta Quranda da Allah Taala namaz haqqında buyurur ki, İnnə salətə tənhə anil fəhşə vəl münkər. Yəni namaz insanları pis əməllərdən çəkindirir, günah əməllərdən çəkindirir. Və bizim Ramazan orucunun da əsas hədəf və məqsədlərindən biri də bizim günahları tərk etməyimizdir. Yəni bu bir ay ərzində hər bir müsəlman Allaha yönələrək, səmimi ibadətlərini yerinə yetirərək günahlardan arınır və paklaşır. Yəni biz Ramazana girəndə və bir də Ramazandan çıxanda bunu özümüzdə açıq hiss etməliyik.
Və eyni zamanda bununla bağlı çox hədislər var. Biz dəfələrlə bu məsələlərə toxunmuşuq. Yəni oruc yalnız az qalmaq deyil. Bunu biz xüsusi olaraq vurğulayırıq və hədislərdə də keçir ki, insan yəni yalnız oruç tutmaq az qalmaq deyil. Yəni oruc həm də günahlardan olmalıdır, günah əməllərdən olmalıdır. Əgər bir insan oruç tutursa və günahlara davam edirsə, o ibadətdə müəyyən qüsur və nöqsanlar da var. Ona görə hər birimiz bu ayda çalışmalıyıq ki, bu əməllərdən uzaq olaq. Yəni yalan danışmaq olmaz, insanları aldatmaq olmaz, ümumiyyətlə bu olmaz. Yəni, Ramazanda da bunu bəli etmək o əməllərin savabını aparır və ona görə də başlıca bizim qarşımızda duran əsas vacib əməllərdən biri günahı tərk etməkdir. Yəni hədisdə də keçir ki, əgər siz oruç tutursunuzsa, yalanı tərk etməmisinizsə, demək bu orucun özündə də natamamlıq var. Və ona görə hamımız bu məsələyə xüsusi diqqətlə yanaşmalıyıq. Çox təşəkkür edirəm, minnətdaram. Mənim əziz qardaşım Vüqar müəllim, Ramazan özü bir mədəniyyətdir. Oruc özü bir mədəniyyətdir. Və itayət və ibadət göstərən, Ramazan ayına rəğbət bəsləyən, iman gətirmiş şəxslər, əgər oruç tutursa, günahları tərk etmirsə, bu oruç nə qədər dürüst və düzgün sayıla bilər? Bismillahirrahmanirrahim. Orucun fəlsəfəsini Ceyhun mənim çox gözəl qeyd etdi. Oruc sözünün mənasına da gələk. Oruc sözünün əsas mənalarından birisi də özünü tutmaqdır, uzaq tutmaqdır və qorumaqdır. Nədən qorumaqdır? Oruc ayəsinin sonunda da insanlar takvaya, umulur ki, takvaya çatsın deyə oruc fərz olundu deyə buyurulur. Takva sözünün iki mənası var. Allahın əmr etdiklərini yerinə yetirmək, qadağa qoyduğu şeylərdən də özünü uzaq tutmaqdır. Amma biz bunu görürük ki, insan ağıllı bir varlıq olsa da, bəzi davranışlardan özünü pis olduğunu bilsə bilə, onun arxasıca gedə bilir. Bunun üçün mütləq alışqanlıq lazımdır. Çünki insanda fərqli qüvvələr vardır ki, nəfsi qüvvələr vardır ki, onu uzaq tutmaq üçün alışqanlıq lazımdır. Orucun da əsas məqsədlərindən biri də budur ki, fiziki quruluşunu yeməkdən, içməkdən uzaq tutduğu kimi, mənəvi quruluşunu da, mənəvi tərəfini də haramlardan uzaq tutsun. İnsan elə bir varlıqdır ki, yəni fiziki quruluşuna olan təsir eyni zamanda mənəviyyatına da təsir edir. Ona görə də yəni insan ac qaldığı zaman nəfsi tərbiyə olunur. Peyğəmbərimizin bir hədisi var ki, İnnə şeytan yəcri fi ibn Ədəmə məcraddəm. Şeytan insanın bədənində qan damarlarının dolaşdığı kimi dolaşar. Onu aclıq və susuzluqla tərbiyə edin. Biz də deyirik ki, yəni dinə görə də, Qurana görə də insanın bir neçə düşməni vardır. Birincisi nəfsidir, ikincisi dünyadır, üçüncüsü də şeytandır. Bunlardan qorunmağın ən gözəl yolu ac qalmaqdır. Ac qaldığı zaman insan dəyişmiş olur. Siz diqqət edin, insanın günaha meyil etdiyi əsas anlar qarnının doyduğu anlardır. Yəni insan doyduğu zaman başqa günahların da arxasıca qüvvə-i şəhəviyyənin digər deyək ki, arzularını yerinə yetirməyə başlayır. Və də ki, insan tox olduğu zaman nəfsi üsyan etməyə başlayır. Ac olduğu zaman isə itaət etməyə başlayır. Ona görə də ac olduğu zaman da, hətta insan tox olduğu zaman fəqirlərdən xoşlanmaz deyirlər. Ağlına da gəlməz, hətta onları görmək istəməz deyilir. Amma insan ac olduğu zaman onun halını yaşamırsa əlbəttə ki, düşünməyə başlayır. Ona görə də oruc, o kutibə aleykumus siyam, kəmə kutibə aleyləzinə min qablikum, ləalləkum təttəqun. Yəni Allahın
kainatı var etdikdən bu yana doğru, hətta alimlər deyirlər ki, ilk insan var olandan bu günə qədər oruç vardır. Sizdən əvvəlsilər oruç fərz Ondan öncə də təbii ki var. Yəni Allahın insanı möhtəşəm bir tərbiyə etmə metodudur. Mükəmməl bir başlanğıc oldu. İstər hörmətli millət vəkilimiz, ilahiyyatçı alim, mənim əziz qardaşım Ceyhun Məmmədov, digər əziz qardaşım Vüqar müəllim. Toxunacağıq. Ancaq bunu da yaddan çıxarmayaq. Bu sualı da sizə ünvanlayacağam. Amma bəzən oruç tutub, ac qalıb, ilahi ziyafətə hazırlaşan insanların davranışlarının daha şiddətini görürük. Qəzəbli olurlar. Elə açıq söylə, hirsli olurlar. Gözəl. Bu nədən qaynaqlanır? Onun da səbəbləri var. Bunu sizə söyləyəcəm. Ancaq indi Quran vaxtıdır. Quran hafizi, Qarabağ qazisi, inamın işığında milyonların sevimlisinə çevrilən Sadiq Məmmədov. Quran hafizinə bəxtəvərik Quran ayında, dünyəvi ölkə olan Azərbaycanda, Allahın izni ilə himayəçin olan Azərbaycan dövləti, dövlət başçısı Qarabağ Fatih İlham Əliyev cənabları şəhidlərin də əziz ruhuna Quranı qiraətini həyata keçirə, həm Qarabağ qazisi, həm də Quran hafizi. Maşallah olsun. Ya Allah, Bismillah, niyyət bəllidir. Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov, 1-ci Qarabağ müharibəsinin şəhid olan aslanları, 20 yanvar, Xocalı, antiterror tədbirləri zamanı şəhid olan övladlarımız, qardaşlarımız, bir ayrıca isə üzərimizdə ən çox haqqı olan mənəvi dəyərlərin, dini dəyərlərin, Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı ulu öndərimiz, ümmili liderimiz Heydər Əliyev cənablarının da əziz ruhları üçün. Bir niyyət kimlər üçün? Onu da sən söyle. Bizi ekran qarşısında izləyən bütün tamaşaçıların bu dünyadan köçmüşlərinin Xanım redaktör da buradan deyir ki, tək ekran qarşısında deyil. Biz artıq fərqli sosial şəbəkələrdə izləyirlər. Canlı yayımdayıq, İnamın YouTube kanalında və digər sosial şəbəkələrdə həmin şəxslərin də vəfat etmişlər üçün niyyət etməyini təvəqqə edirəm. İnşallah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وسيق الذين اتقوا ربهم إلى الجنة زمرًا حتى إذا جاءوها وفتحت أبوابها وقال لهم خزنتها سلام وقال لهم خزنتها سلام عليكم طبتم فادخلوها خالدين وقالوا الحمد لله الذي صدقنا وعده وأورثنا الأرض نتبوأ من الجنة حيث نشاء فنعم أجر العاملين وترى الملائكة حافين من حول العرش يسبحون
يسبحون بحمد ربهم وقضي بينهم بالحق وقيل الحمد لله وقيل الحمد لله رب العالمين صدق الله العظيم اللهم صل على سيدنا محمد النبي الأمي وعلى آله وصحبه وسلم اللهم صل على سيدنا محمد النبي الأمي وعلى آله وصحبه وسلم اللهم صل على سيدنا محمد النبي الأمي وعلى آله وصحبه وسلم. Salam olsun könüllərin sultanı, axırın və əvvəlin seyyidi, İslamın günəşi, Məhəmmədi Mustafaya. Salam olsun onun mübarək ev xalqına, əziz əhli beytinə. Salam olsun dörd xəlifiyə. Salam olsun siddiqlərə, sadiqlərə, müttəqilərə. Salam olsun Allahın adı çəkiləndə, qəlbi titrəyənlərə. Bir də Allahın sağlıq və salamı olsun müqəddəs şəhidlərimizin mübarək doğmalarının, eləcə də qəhrəman qazilərimizin üzərinə, bizi izləyənləri də unutmayaq, bizi izləyən hər bir kəsin də üzərinə Allahın sağlıq və salamı olsun. Qardaş, Allah səsinə, nəfəsinə, elminə güc versin. Allah razı olsun. Və çox maraqlıdır ki, hörmətli millət vəkilim, Quran hafizi, Qarabağ qazisi, salavat-ı şərifi gətirdiksə, yuxarı qatda bütün İnam komandası, izləyicilərimiz də bilsinlər, onlar da salavat-ı şərifi gətirirdilər. Bu, ayrıca ruhumuza bir müsbət enerji verir. Mənəvi ruhumuzun yüksəlişinə burada canlı efirdə siz, yuxarıda isə yenilməz İnam komandası güc qatır. Allah razı olsun. Allah Teala inşallah şəhidlərimizi, ulu öndərimizi, haqq sahiblərini xəbərdar etsin. Tələsmirsiniz. Xeyr. Onda sponsora kesid edək, ondan sonra rahat sualları cavablandıraq, müzakirələrimizi davam etdirərik. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnam verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif.
Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah razı olsun. Bəli, əziz qardaşlarımız, mən çox istəyərəm ki, Quran hafizi Qarabağ Qasisi qardaşımız oxuduğu surənin hansı ayələri idi? Çox qısa formada mənasını bildirərdiniz ki, bilməyən izləyicilərimiz də maariflənmiş olsunlar. Seyyidim, Zümər surəsinin son ayətlərini tilavət elədik. Allah Əzzə və Cəllə orada buyurur ki, Rəbbindən qorxanlar qiyamət günü dəstə-dəstə cənnətə tərəf gətirərlər. Onların üzlərində sevinc, təbəssüm və mələklər onlara salam verərlər. Deyərlər ki, sizi cənnətə aparan nədir, bu yola aparan nədir? Onlar deyərlər ki, biz dünyadaykən Allahın əmrlərinə tabi olduq, günahlardan çəkindik və Allah da bizə vəd elədiyi cənnətini bəxş elədi. Və bunun üçün Allaha orada həmd edərlər, sana edərlər və sevinə-sevinə cənnətə daxil olarlar. Şübhəsiz ki, Allah doğru buyurmuşdur. Təşəkkür edirəm. Allah razı olsun. Sualı götürməmişdən öncə Vüqar müəllimdən çox qısa bir cavab istəyəcəm. Yarımçıq qaldı sözüm. Yəni, o adamlar ki, dediniz, bütünlüklə oruç mədəniyyəti, oruc ibadəti insanı həm kamilləşdirir, həm səbrə, həm təmkinə dəvət edir. Ancaq mən də belə dedim ki, çox təəssüflər olsun ki, bəzi insanlar oruç tutarkən daha əsəb olurlar, əsəblərini cilovlaya bilmirlər, gərgin olurlar. Buna səbəb nədir? Bunun əsas səbəbi odur ki, yəni burada fəhm etməmələri, yəni ağılla işə yanaşmamalarıdır ki, yəni fiziki olaraq bu ac qalırlar. Buna deyək ki, ağılla da yanaşmaq lazımdır ki, yəni mən ağıldan güc almaq lazımdır ki, çünki Peyğəmbərimizin bir hədisi vardır ki, kim oruç tutarsa, vələm yəkhəl, vələm yəsxab, nə o cəhilə kəlməsini keçən dəfə semantik açıqlamasını vermişdik, barbarca davranışlara deyirlər. Yəni, buna yol verməsin. Peyğəmbərimiz bilir ki, insanda biraz oruçda, yəni fiziki quruluşda biraz deyək ki, əsəbilik meydana gətirdi, qan şəkərinin aşağı düşməsi bu şeydə. Yəni bunda sən onu biləcəksən ki, sən də belə bir davranışlar meydana gələcəkdir. Ona görə də qarşı gələcəksən. Yəni o içindən gələn o davranışlara qarşı gələcəksən. İnimriun şətəməhu əv səbbəhu fəlyəqul inni saimun. Əgər bir adam onunla mütləq onu bu deyək ki, bu vəziyyətə çəksə, dava, dalaş, mütləq desin ki, mən oruçluyam, mən oruçluyam. Yəni Peyğəmbərimiz öncədən bilir ki, belə şeylər olacaqdır, mütləq olacaqdır və fərqli hədislərdə, birində səbbəhu, birində şətəməhu, ağır sözlər söyərlərsə, mütləq desin ki, mən oruçluyam, mən oruçluyam. Ona görə də Peyğəmbərimiz buyurur ki, o qədər oruç tutan vardır ki, ona yalnız aclıqdan başqa bir şey qalmır. Təşəkkür edirəm. Dərhal suallardan qəbul edəyim mi? Bəli. Buyurun xanım redaktor. Sabahınız xeyir olsun. Seyidim, salamlayıram sizi. Ceyhun müəllimi, Vüqar müəllimi, gözəl qazimizi, qəhrəman qazimizi salamlayıram. Mənim sizə sualım yoxdur, təşəkkürüm var. Sizə bu verilişə görə çox-çox təşəkkür edirəm, Seyidim. İnanın ki, mən keçən ilə qədər qonşu kanala baxanda həmişə dua eləyirdim ki, bizdə də belə bir canlı veriliş olsun. Siz gözəl bu nur üzlü insanları, ziyalılarımızı bizə tanıtırsınız və biz onların biliyindən maariflənirik, Seyidim. Çox təşəkkür edirəm sizə. Allah razı olsun. Vüqar müəllimə, bir də deyirəm Ceyhun müəllimə, gözəl qazimizə salam deyirəm. Onlara da təşəkkür edirəm. Allah sizi qorusun. Çox sağ olun. Xanım redaktor söyləyir ki, artıq ilk andan yüzlərlə təşəkkürlər var. Bacımız, anamız kimdirsə, mən də dualarımla təşəkkür edirəm. Qonşu kanallar dedikdə yəqin ki,
Qonşu dövlətləri. dövlətləri, xanım rektor deyir, qardaş Türkiyəni də nəzərdə tutur. Allah razı olsun. Dəyərlər hər zaman dəyər verməyi bacarır. Mən də sizin hər birinizin adından, səlahiyyəti mənə verirsinizsə, bizə dəyər verən, bu 10 gün içərisində xüsusi olaraq artıq millərlə desəm günah olacaq. 10 millərlə bizə təşəkkür göndərən, dualarını bildirən, bax bu imanlı, inanslı, vətəninə sevdalı bacımız kimdirsə, onun timsalında hər birinin qarşısında baş əyirəm və deyirəm, Allah da sizi hər zaman dəyərli olanlardan qərar versin, bizə bu dəstəyi, bizə bu şəraiti, bu layihənin uğurlu həyata keçməsi üçün şərait yaradan Azərbaycan dövləti, Azərbaycan dövlət başçısı Qarabağ Fatih İlham Əliyev cənablarıdır. Ona görə də mən o təşəkkürləri və duaları ünvanına yönəldirəm. Məncə bu da haqdır. Növbəti sual buyurun. Salam aleyküm, hər vaxtınız xeyir. Sizi Ramazan bayramı münasibəti ilə hər birinizi təbrik edirəm. Belə bir sualım var idi ki, yəni mənim özüm işlə əlaqədar, yəni oruç tuta bilmirəm. Allah hamımızın günahlarını bağışlasın. Evdə yoldaşım tutur. Yəni mən onu xahiş edərdim, bir cavablandırardınız. Bilmək istəyərdim ki, mən Qədr gecəsinə qalsam, o məsəl üçün də həyatda hər bir insanın məsəl üçün hər bir günahı da olur, səhvi də olur. O günahlar, səhvlər Qədr gecəsinə qalsam, yəni azından bağışlanmış olurmu? Zəhmət olmasa bir dənə bunu açıqlayardınız. Təşəkkür edirəm. Allah Teala bizi Qədr gecələrinə, sonra isə Ramazan bayramına, ondan sonra neçə uzun ömürlər, 10 illər içərisində firavan, iman dolu, təqva dolu, ixlas dolu həyatla Ramazan bayramlarına qovuştursun. Deyəsən dedi, Zöhüm mənim səhətimlə bağlı tuta bilmirəm. Buyurun. İşlə bağlı da. İşlə bağlı dedi. Yəni, hər halda ibadətlərdə əsas qayə, məqsəd səmimiyyətdir. Əgər heç bir ciddi səbəb yoxdursa, əslində hər kəs oruç tutmalıdır. İndi qardaş ümumi dedi, bəlkə sağlamlığı icazə vermir, bəlkə hansısa bir məsələ var. Amma burada əsas olan odur ki, heç bir narahatçılıq yoxdur. Qədir gecəsində ibadətini edə bilər. Yəni, evin xanımı oruç tutur. O da ondan bir yerdə dua edə bilər, ibadət edə bilər. Günahların bağışlanması o Allaha aid bir məsələdir və inşallah Allah Teala da onun o günahlarını bağışlar. Təmənnamız belədir. Təşəkkür edirəm, layiqli cavabdır. Sualları qısa, yığcam, təsirli formada dəyərləndirən ilahiyyətçilərin iştirakından çox məmnunam. Bizi sosial şəbəkələrdə izləyirlər, artıq minlərlə insanlar bizi izləyirlər və oradan da çoxlu suallar ünvanlayıblar. Diliqəm Əhmədov adlı izləyicimiz yazır ki, mən namaz qılmıram, oruç tuturam, qanunu, yəni hüquqi baxımdan nicahım var, ancaq kəbinim yoxdur. Bu günahdır mı? Vüqar müəllim, buyurun. Dövlət nikahım var Bəli, demək dövlət nikahı vardır. Yəni, bilinməlidir ki, nikahın şərti nədir? İcab və qəbuldur. Dövlət nikahında da bu şərt yerinə gəlmiş olur. Yəni, xanıma təklif edirlər, qəbul edir. Yəni, oğlana təklif edirlər, qəbul edir. Yəni, nikah olmuş olur. Amma yenə də dini nikahı da etdirmək lazımdır. Çünki dini nikahda da əlavə olan şərtlər vardır ki, mehir şərti kimi bu şərtin də yerinə gəlməsi üçün onu dedərsə, yəni ümumi olaraq nikahı olmuşdur. Amma əksik tərəfləri vardır. Dini nikahla da bunu tamamlamış olar. Və dini nikahın bir tərəfi də mənəvi yöndən insanlar rahat olurlar. Yəni, ailə qurulması üçün əsas şərtlərdən birisi də yəni, Allahın, Peyğəmbərin adı ilə qurulduğu zaman, onun adına da xanıma bəyə söz verildiyi zaman ailə daha bir müqəddəs ocağa çevrilmiş olur və asanlıqla dağılmır. Bu da bir dəyərdir. Bu da bir dəyərdir. Təşəkkür edirəm. Sosial şəbəkələrdən bizə çoxlu sayda yazırlar. Gülçöhrə Ağayev adlı izləyicimiz yazır ki, zikirlər edərkən 70 dəfə, 30 dəfə, hər dəfəsində Sadiq müəllim, Bismillah demək zəruridirmi? Əvvəlində Bismillah demək zəruridirmi? Ümumiyyətlə, Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hədisi var ki, bütün işin başı Bismillahdan olduğu zaman orada bərəkət olar. Zikir etdiyi təqdirdə də, yəni başından Bismillah deyib zikirlərini, misal üçün Subhanallah
dedi 100 dəfə və yaxud Elhamdülillah dedi 100 dəfə. Bəli. Yəni hər birində bəsmələ çəkməsi şərt deyil. Başında bəsmələ çəkib o şəkildə zikirlərini etdiyi zaman da kifayət eləyər. Keçərlidir. Təşəkkür edirəm. Dərhal suallardan qəbul edək. Buyurun. 64 yaşım var. Oruç tutub namaz qılıram. Hər vaxt Quranın Yasin surəsini oxuyuram. Görürsən ki, mərasimlər olur, anım günü olur, cümə günləri. Məni də iştirak edirəm, çağırırlar. Mənə deyirlər ki, Yasini oxu da nə olar? Mən bunu ərəb hərfləri ilə oxuya bilmədiyim üçün günah olar. Axı deyirlər bunu yalnız öz ölün üçün oxuya bilərsən deyib məəttəl qalıram. Mən nə etməliyəm? Onlar üçün mən düz edirəm, ya günah işlədirəm. Xahiş edirəm. Bu başdan sizə minnətdaram, sualıma cavab verəsiniz. Çox xahiş edirəm. Biz sizə təşəkkür edirik. İlahiyyatçı, alim, millət vəkili Ceyhun Məmmədov bu sualın cavabını verir inşallah. Mən ümumiyyətlə bir dəfə də bu məsələyə toxunmuşdum. Biraz bu təftişçilik, başqalarında eyib axtarmaq, qüsur axtarmaq, yəni bundan biz uzaq olaq. Yəni bəzən insanları bu formada ruhdan salırlar, ürəklərin qırırlar, yox sən düz eləmədin, belə eləmə, falan eləmə. Və bu da insanların ümumi demək, əhvalına, ümumi düşüncəsinə təsir göstərir. O adam əgər ərəb dilini bilmirsə, məcburdur ki, onu yəni Azərbaycan hərfləri ilə oxusun və belə olduğu təqdirdə heç bir problem yoxdur. Sadəcə çalışsın ki, düzgün oxusun, düzgün tələffüz eləsin, düzgünlüyünə fikir versin və başqa məsələlərdən də narahat olmasın. Əlbəttə, yaxşı olardı ki, ərəbcə oxusun. Amma biri var, bir məclisdə ümumiyyətlə heç Quran oxunmasın. Biri də var ki, bir nəfər gəlir, oxuyur, savab qazanır, insanlar da onu dinləyir. Yəni duadır. Bəli. Elə bir yer olur ki, doğru söylədiniz. Elə gündəmə gətirdiniz. Bəzən baxırıq 50 adam içərisində bir adam yas məclisidir və yaxud cümə axşamları keçirirlər. Fatihə belə verən yoxdur. Yəni belə olduqda bu təqdir olunansıdır. Buyurun, növbəti sual. Deməli, biz təxminən bir iş olaraq getdik qızıl almağa. Deməli, qızılın pulu deyək ki, 500 manat idi. Məsələn üçün, orada saldıq aşağı 450 manat. Bu adam danışığını deyirəm. İndiyə kimi narahatdır. Özü də ki, çox qanacaqlı qabiliyyətli adamdır. Deyir ki, o adam ki, hansı ki, verib buna 500 manata gedə al. Bu da orasına, burasına keçib, yəni xahiş edib, minnətləyib, salıb aşağı 450-yə. O nə qədər günahdır, nə qədər savab deyənmərəm, nə qədər onu bir dənə aydınlığa gətirəriz, xahiş edirəm. O pul da götürüb qoyub cibinə istəyir ki, o indiyə kimi narahat bir insandır, Allah adamıdır, şeytan Allah'dır, nətər eləyək, onu o suala cavab istəyirik. Çox sağ olun. Allah razı olsun. Bəzi izləyicilərimiz var, sanki istəyirlər ki, biz deyək ki, qardaş çox rahatçılıqla yaxşı edib, hətta əlinin içindən gəlib, amma biz özümüzdən demirik. Biz kitab nəyi deyirsə, onu deyirik. Füqar mənim, nə deyir kitab? Yəni, burada alış-verişdir. Bəli. Yəni, alış-verişdə Peyğəmbərimiz buyurur ki, alış-veriş edənlər ayrılmadan muxayyərdirlər. Yəni, alıb-satımdan vaz da keçə bilərlər, qiymətlərdə aşağı endirmə kimi bu şeyləri həyata keçirə bilərlər. Sadəcə burada buna baxmaq lazımdır ki, yəni qızılın qiyməti 500-dür, 450-yə düşürüb. Yəni, normal qiymətindən aşağı mı düşürüb, yoxsa, məsələn, adam 400 əsas qiymət budur. Adam 500 manat verir kar ki, etmək üçün bu civarda 100 manat alacaqsa. üzərinə qoyursa ki, bu da onun ticarətdə haqqıdır, edə bilər, şey eləyə bilər. Ondan düşübsə, burada bir şey yoxdur. Amma həqiqi dəyərindən zorla aşağı düşürübsə, bu doğru deyil təbii ki. Adam deyək ki, bunu 5 və ya bu öz qiymətinə satırsa. Yox, mən sizə 500 manat pul verirəm. Mənim üçün qızıl alırsınız. Bəli. Düzdür, mən qızılı sevmirəm. Qızıl alırsınız və 500 manata yox, 7 bunu indirirsiniz, 450 manata alırsınız və oradan 50 manat qazanc götürdüyünüzü isə mənə bildirmirsiniz. O təqdir olunurmu yoxsa? Təbii ki, günahdır. Təbii ki, yəni, çünki onun bilməsi lazımdır.
Orada əslində bu qədər Hətta xanım doktor deyir ki, adam deyir ki, gizlin götürüb. O 50 manatı da gizlin götürüb. Yəni o adamın mütləq deməsi lazım. günahdır. Yəni bu qədər. Söylədi bu qədər. Burada sadəcə bir önəmli məsələ nədir? Yəni ticarətdə bir önəmli məsələ var. Bu tez-tez baş verir. Əsas önəmli məsələlərdən biri qarşı tərəfin halallıq verməsidir. Əlbəttə. Bəzi insanlar biraz israr edirlər. Bəzən o qədər satan insanın üstünə gedirlər ki, o adam deyə bilmir. Doğru. Yəni dəyərindən də aşağı bir də görürsən həmin malı götürürlər. Əgər orada halallıq verməyibsə, tam razı deyilsə, o artıq günahdır. Yəni alver məsələsində bunu mütləq nəzərə almaq lazımdır və orada da o adam ona əmanət eləyibdir və ona məlumat verməli idi. Yəni halallıq olmalı idi. Əlbəttə, bu bir mənalıdır. Verməsi lazım. İstədiyim cavabdır. Sosial şəbəkələrdən dayanmadan canlı yayımdayıq, hörmətli millət vəkilim. Bizə yazırlar. Üzr istəyirəm. Elnara Məmmədov adlı izləyicimiz yazır ki, mən evdə Quran saxlayıram, ancaq oxumur. Bu günahdırmı? Kim üçünsə bu qısa yığcam bir kiçik bir sualdır, amma Azərbaycan xalqının mütləq əksəriyyəti evində Quran saxlayır. Biz də hər dəfə çağırış edirik ki, Sadiq, bu Quran tək saxlamaq üçün deyil, bu Quran içərisindəki olanları oxumaq və ona riayət etmək lazımdır. Siz Quran hafizsiniz, buyurun. Seydim, Quran-Kərimin evdə olması əslində yaxşı haldır. Əlbəttə. Gözəl haldır. Amma Quran-Kərimin orada saxlayıb da onun toz basması bu doğru deyildir. Yəni, birinci biz tövsiyə edərik ki, evdə olan kimsə onu öyrənsin. Quran-Kərimi oxuya bilməyi öyrənsin və özü oxusun, davamlı olaraq açsın, oxusun. Əks halda buna gücü çatmırsa, yəni bunu elə bilmirsə, ən azından oxuyan şəxslərə bəli, çağırıb evdə onu astırması lazımdır və yaxud evdə qalıb oxunmayacaqsa, aparıb bir oxuyan bir yerə qoyulması daha əfsəldir ki, ən doğrusu budur. Bəli, doğrusu budur. Təşəkkür edirəm. Ən az İlahiyyat məscidinə məsələn aparıb verə bilərlər. Vüqar müəllim də onun istəyində olanlara təqdim edə bilər. Yəni Vüqar müəllim həm də imamdır, ona görə söyləyirəm və yaxud siz olun. Növbəti sual. Salam, hər birinizin sabahı xeyirli olsun inşallah. Təşəkkür edirəm əvvəlcə hər birinizə bu canlı yayım üçün, bizlərə maarifləndirdiyiniz üçün çox təşəkkür edirəm sizə öz və ailəm adından. Mənim bir sualım olacaq sizə. Mən bugündən başladım oruç tutmağa müəyyən səbəblərdən dolayı səhhətimlə bağlı. Çox şükür bugündən başlaya bilirəm. Sualım bundan ibarət idi ki, mənə doğma olan bir insanın yerinə öz orucumu, öz vəzifəmi yerinə yetirəndən sonra bir ay onun üçün oruç tutsam, bu qəbul olunarmı Allahın dərgahında? Yəni onu niyyət edib tutacağım. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkür edirəm. Allah qəbul etsin. Allah imanda sabit qədəm qərar versin. Yəni Ramazan bayramından sonra söyləyir. Amma oruç fərdi ibadət deyilmi? Yəni əslində burada bu suallar zaman-zaman verilir. Yəni bəzən də müxtəlif yanaşmalar olur. İbadətlərin yəni fəlsəfəsi odur ki, Quranda bir ayə var. Əstəğfirullah. Allah Teala buyurur ki, kullu nəfsin bimə kəsəbət rahinə. Yəni hər bir nəfs öz əməlinin girovudur. Yəni bizim hər birimiz öz əməlimizə görə məsuliyyət daşıyırıq və hər birimiz də öz ibadətlərimizi yerinə yetiririk. Ona görə ibadətlər fərdidir. Amma bəzi alimlərin yanaşmaları da var ki, bəli, bəzilərində var. Yəni ki, yəni söhbət bəzi alimlərin müxtəlif mənbələrdə bu fikir əksini tapır. Amma mən düşünürəm ki, burada biz, yəni hər birimiz ibadəti özümüz yerinə yetirdiyinə görə kimsə başqasının yerinə yəni bu ibadəti edə bilməz. Biz dua oxuya bilərik, hansısa bir formada ona dua edə bilərik. İbadətdir, yəni namazdır, oruçdur. Bunlar hər bir fərdə məxsus ibadətlərdir. Yəni hər kəs öz ibadətini yerinə yetirməlidir. Amma qeyd etdiyimiz kimi fərqli yanaşmalar da var. Təşəkkür edirəm. Layiqli bir cavabdır. Biz hər gün demək olar ki, buna bənzər dildə verəcəyim sualla bağlı yüzlərlə sual ünvanlanır. Ancaq onun birini gündəmə daşıyırıq ki, ümumi cavab verilsin. Sosial şəbəkədən inama yazırlar ki, qan analizi versək, orucu pozarmı Vüqar müəllim? Yəni bunu orucun ümumi qaydası budur ki, bədəndən çıxan şeylər orucu pozmaz. Bədənə daxil olan
Bəli. və bədəni qüvvətləndirən şeylər isə... Yəni pozmaz. Yəni qida borusuna girən hər şey pozar. Amma bədəni müxtəlif yerlərdən qlükoza kimi yəni gücləndirici Vitamin. iynələr, məsələn, ağrı kəsici iynələr deyil, məsəl üçün, amma bunlar pozar. Yəni bədəndən çıxan şeylərdən ötürü heç vaxt pozulmaz. Sadəcə oruclu ikən bunu vermək məkruhdur. Yəni xoş qəbul olunmayan əməldir. Niyə? Baş ağrısına, insanı zəiflətdiyi üçün, orucunu bəlkə də pozmağa apara biləcək səbəb olacağı üçün axırı məkruh görülür ki, yəni iftardan sonra verməsi daha uyğundur. Təşəkkür edirəm. Növbəti sual. Salam, sabahınız xeyir olsun Seydim. Millət vəkilimiz, orada oturan hər kəsi salamlayıram. Oruc namazlarınızı Allah qəbul eləsin. Ən birinci hamıza təşəkkür edirəm. Belə bir veriliş açılıb. 2 ildir Ramazan başlayanda biz otururuq. Demək olar gecə də yatmayıb qulaq asır. Məsləhətləri eşidirik. Bir daha təşəkkür edirəm buna görə. Amma bir sualım var. Mən 65 yaşdan yuxarıda, 65 yaşım var. Mən çalışıram, bacardığım qədəri ilə qılıram, tuturam. İndi sualım belədir. Mən gecə dururam bəzi vaxtlar, ya sübh tezdən olsun. Dalbadal namazlar, əvvəla qəza qılıram. Sovet dövründə qılmadıqlarıma görə. Çoxlu qəza namazı qılıram. Dalıca qəza namazından sonra bəzi namazlar niyyətlər eləyib qılıram. Bir də qəbr evim üçün hər gün demək olar mən 2 rükət namaz qılıram. Bu doğrudurmu? Nə cür bunu qiymətləndirirsiniz? Əvvəlcədən təşəkkür edirəm cavablarınıza görə. Cavablandırın. Ceyhun müəllim. Yəni sırf qəbirlə bağlı elə bir xüsusi namaz yoxdur. Bizim izləyicimiz, yəni o qiyam-ül leyli deyilir və ya təhəccüd namazı deyilir. 2 rükət onu qıla bilər. Yəni sübh namazına qədər, imsaka qədər olan vaxtda. Allah razı olsun. Yəni görünür ki, çox çalışır ki, ibadətlərini yerinə yetsin. Ona görə onun yolu odur. Yəni xüsusi elə bir namaz yoxdur ki, yəni o dünya üçün xüsusi onu qılsın. Yəni namazlar konkretli adları var və o artıq gedir təhəccüd, bizim dilimizdə gecə namazı ibadət kimi sayıla bilər və onun da savabı böyükdür. Hətta hədislərdə də keçir ki, Allah Taala həmin vaxt hətta yerə enərək bütün duaları qəbul edir. Ən fəzilətli dualardan və namazlardan biridir. Təşəkkür edirəm, layiqli bir cavabdır. Elzamin Ataş Kişiyev adlı izləyici Ataş Kişili yazır ki, Vüqar müəllimlə fəxr edirəm. Salam olsun hər birinizə. Fəxr edirəm ki, Vüqar müəllim kimi mənim müəllimin tələbəsi olmuşam. Kim deyir onu? Vüqar Elzamin Ataş Kişili. Xatırladınız mı belə tələbə? Elzamin. Bəli. Keçən məzunlarımızdandır. İlahiyyətin mi? Bəli. Allah kömək olsun. Allah razı olsun. Təşəkkür edirəm. Ona görə ilahiyyətin müəllimlərini daha çox çağırıram. Yaxşı oxuyan tələbələrdir. Eləmi? Bəli, 5-lər. İmamlığı keçibmi görən yoxsa? Xəbəriniz var. Əgər imtahan versəydik, keçərdik. Təşəkkür edirəm. Növbəti sual, buyurun. Olsun. Allah tutulan orucları, qılınan namazları Allah qəbul eləsin. İnşallah. Sizdən bir sualım var sizə. Ben Bakıda yaşayıram, Montində yaşayıram, Dərmanovda. Mən Səlyana gedirəm. Mən orucum onda batil olur, yoxsa yox? Yəni mən zöhr namazımı qılıb çıxmışam. Amma bəziləri ora gələn namazını qılmayıb. Elə səhər durub gəliblər. İndi o namaz, oruc pozulur, yoxsa yox? Bir dənə zəhmət olmasa bunu cavablandırardınız. Yəni mən fikrim düzdür ki, namazdan sonra çıxmaq lazımdır. Yoxsa o deyilənin fikri düzdür ki, səhər gedib qayıtmışıq, orucumuz yerində qalır. Təşəkkür edirəm. Allah razı olsun. Mən belə düşünürəm, görən izləyicimiz özünün mü qeydinə qalır, yoxsa qarşı tərəfin? Hər iki görüşün münasibətini istəyirəm bildirəsiniz. Sadiq, buyur. Seydim, səfərin ümumiyyətcə hökmləri var. Yəni səfərə çıxdığın zaman hökmlər var ki, o hökmlər olduğu zaman səfərli sayılırsan. Quran-ı Kərimdə ayət də var ki, səfərə çıxdığınız zaman orucu təxirə salmaq olar. Yəni oruc tutmaya bilərsiniz. Amma insan öz halına, vəziyyətinə baxar, iradəsinə baxar ki, yəni mənim getdiyim məsafədə
mən orucumu tutsam mənə hər hansısa bir sıxıntı gəlməz, rahat olaram. O zaman tutmasında bir şey yoxdur. Amma bəzi fəqihlərə görə əgər günorta namazına qədər artıq çıxırsa adam, səfərə çıxırsa, o səfərli sayılır. Amma Bəli. günorta namazından sonra çıxdığı zaman o səfər hökmündən qalxmış olur. Bu Cəfəri məzhəbində belə bir görüş var. Hər iki görüşdə fərqlər necədir? Ceyhun müəllim. Hə, Vüqar müəllim, buyurun, üzr istəyirəm. Vüqar müəllim, buyurun. Buyur. Yəni salyana gedir deyirlər. Yəni görüşlər budur ki, 90 kilometr, 22 kilometr. Cəfərlikdə 22 kilometr. Bəli, çıxdığı zaman səfəri sayılırsan. Səfərlikdə də yəni orucu açma rüxsəti vardır. Təbii ki, biz onu deyirik ki, Ramazan orucunun yerinə heç bir oruc keçməz. Əgər təbii ki, yəni səfərlikdə deyək ki, bir görüşə görə orucu açmaq mütləq lazımdır deyə bir xüsus yoxdur. Əgər imkanı varsa, Gücü çatırsa, sağlıq səhət yerindədirsə, tutar. Biz bununla bağlı çox üzr istəyirəm. Ceyhun müəllim də, siz də və digər ilahiyyatçılarımız, Azərbaycan İlahiyyat müəllimləri də, Ağa müəllim də hamısı cavablandırıblar. Ancaq yenə də israrlı buna bənzər suallar çox gəldiyinə görə və verilişimizin mahiyyəti maarifləndirməklə bağlı olduğunu nəzərə alaraq biz cavablandırırıq. Sosial şəbəkələrdən çoxlu sayda bizə yazırlar, YouTube-dan yazırlar, YouTube kanalımızdan. Neymətova tərifə yazır ki, mən yuxuda tövbə etmişəm. Bu tövbə keçərlidirmi? Ceyhun müəllim, maraqlı və unikal bir sualdır. Demək, əvvəlki suala qısa bir dənə mən toxunum. Yəni, xanım narahat olmasın, salyana gedən insan yəni orucunu poza bilər. Heç bir problem yoxdur. Əgər tuta bilirsə, tuta bilərdir. Yəni, narahat olmasın. Görünür orada müzakirə gedib ona görə. Tövbəyə məsələsinə gəldikdə tövbə real həyatda olmalıdır. Əlbəttə ki. O yuxuda bəlkə də bir xəbərdarlıqdır ki, tövbə eləmək lazımdır. Bir İlahi işarədir, tövbə eləmək lazımdır. Yaxşı olar ki, yəni həyatda eləyək, gündəlik eləyək. Çünki hər birimiz istər-istəməz gün ərzində günah işlədirik. Amma tövbə də belədir ki, tövbənin arxasında real əməl olmalıdır. Yəni mən Allahdan bağışlanma diləyirəm. Eyni əmələ qayıtmamalıyam, təkrarlamamalıyam. Elə Ramazan da gözəl tövbə üçün Əgər fürsətdir. insan onu davamlı olaraq edirsə, o özü də günahdır. Çünki o önəmli bir məsələdir. Yəni Peyğəmbərimizin sallallahu bir hədisi var. Yəni deyir kulli ibn Ədəm xətta, xeyrul xəttain ət-tavvabun. Yəni hər bir adam xəta edə bilər, səhv edə bilər, amma səhv edənlərin ən xeyirlisi tövbə edənlər. Təşəkkür edirəm. Layiqli bir cavabdır. Allah bütün xalqımızın xüsusi olaraq Ramazanda etdikləri tövbələri, etdiyimiz tövbələri əksikləri ilə qəbul eləsin. O sübhün erkən çağında mələklərin seyr etdiyi bu məqamda dualarımız ərşə ucalsın, əzizlərimiz. Ərşdə xeyirlisi ilə Rəbbim dualarımıza ol desin. Buyurun. Salam, sabah xeyir. Bir sualım var sizə. Elə bil ki, oruç tuturuq, amma Qədir gecəsi saxlamırıq. Bu günah deyil ki. Sadiq bunu cavablandır. Seydim, Qədir gecəsi Peyğəmbər sallallahu aleyhi və səlləm də həmçinin Quran-ı Kərim ayətdə də 1000 aydan daha xeyirlidir buyurulur. Yəni, bugün elə bir gündür ki, yəni insanlar bunun fəzilətini, nə qədər orada savab əldə edildiyini bilsələr, əsla yatmazlar və o həmin gecəni ibadətlərdən keçirərlər ki, yəni zaten insan qul xətakardır, günahkardır və bizim hər zaman günahlarımızdan bağışlanmağa ehtiyacımız var. Doğrudur. Anamıza mən tövsiyə eləyərəm ki, o gecəni ibadətlərdən keçirsə, onun üçün daha əfsəldir. Amma keçirmədiyi təqdirdə də artıq özü xəta eləmiş olar, yəni belə deyim. Ancaq hökm yoxdur. Amma belə bir şey var ki, ancaq hökm var mı Qədir gecəsi üçün? Belə bir şey vardır ki, yəni Qədir gecəsi üçün bir ibadət növü yoxdur. Yəni fərz olan bir ibadət. Elə ona görə yəqin ki, xanım onu nəzərdə tutur. Onsuz da yəni bu təşviq olunan bu şeylərdən istifadə etmək lazımdır. Yəni xanım zənn edib ki, o qədər bu Qədir gecəsi çox Quranda keçir, çox insanlar bunu axtarırlar. Bəlkə də belə bir zənn edər ki, oruç kimi Qədir ibadəti deyə bir ibadət var.
mən bunu Amma əslində- etməyib günaha girirəm deyə bir şey gələ bilər. Belə bir şey yoxdur. Bu da xalqımızın dərin inancından qaynaqlanır. Yəni, çünki ibadət edirlər, namaz qılırlar. İndi insanın şuuruna bu əks oluna bilər ki, belə bir ibadət növü də vardır. Mən bunu bilmirəm, edə bilmirəm, mütləq günaha girirəm. Elə bir şey yoxdur. Qədir gecəsində müxtəlif ibadətlər var. Doğrudur. Yəni, dua etmək də ibadətdir, zikr etmək də ibadətdir, namaz qılmaq da ibadətdir, insanlara gözəl söz söyləmək də ibadətdir, qohum-əqrəba ziyarəti də ibadətdir. Yardımlaşmaq, paylaşmaq. Hamısı savab əməllərdir. Belə bir şeydir. İndi ibadətləri biz iki yerə ayrılıq. Yəni, fərz olan, mütləq bunu yerinə yetirir. Bir də ki, nafil olan, etdiyin zaman savab alacağın, etmədiyin zaman günah almayacağın ibadətlərdir. Bu formada biraz düşünmək lazımdır. Onsuz da yəni, oruç tutan adam Qədir günündə mütləq gözəl əməllər o atmosferi girdiyi zaman edir. Yəni, amma belə düşünməsin ki, elə bir ibadəti var, mən bunu etmirəm, günaha girirəm, görürsən nə edim? Hətta istəyirəm. Qədir gecələri vacib deyil, yəni ehya etmək, bəyəniləndir. Bəli, yəni o sadəcə Ramazanın savabını artırır, fəzilətini artırır. Əgər ola bilər işlə bağlı, nə ilənsə bağlı alınmır, narahat olmasın. Amma eyni zamanda biz tövsiyə edirik ki, Allah Teala Qurani-Kərimdə buyurur ki, son 10 günü. Yəni Leylətul Qadr xeyru min əlf şəhr. Yəni Qədir gecəsi 1000 aydan da xeyirlidir. Çalışaq savabın qazanaq, amma vacib bir məsələ yoxdur orada. Allah vəfat etmiş valideynlərimizə rəhmət etsin. Böyüklərimizin bir sözü vardı, bizi təşviq etmək üçün. Çox uşaqlıqda xatırlayıram Qarabağda. Qədir gecələri qədir bilənlərin gecəsidir. Yəni o da təşviq üçün, ideoloji baxımdan o dəyərlərə sahiblənmək üçün. Ona görə də şəhidlərimizlə bərabər vəfat etmiş valideynlərimizin də Allah axirətlərini xeyirli qərar versin. Sponsora keçid edək. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kalbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kalbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kalbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kalbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kalbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah razı olsun. Bəli, indi isə Quran ayında, sübhün erkən çağında, mələklərin seyr etdiyi bu məqamda üzərimizdə ən çox haqq olan haqq sahiblərini, müqəddəs şəhidlərimizi Quran kəlamları ilə anaq, məncə bu da imana və vəfaya bağlıdır. Yanımızda ola millət vəkilim, Vüqar müəllim, Quran hafizi, Qarabağ qazisi. Buyurun. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnellezîne qâlû Rabbunallahu thumme istaqâmû tetenezzalu aleyhimul melâike
تتنزل عليهم الملائكة ألا تخافوا ولا تحزنوا ألا تخافوا ولا تحزنوا وأبشروا بالجنة التي كنتم توعدون نحن أولياؤكم في الحياة الدنيا وفي الآخرة ولكم فيها ما تشتهي أنفسكم ولكم فيها ما تدعون نزلا من غفور رحيم صدق الله العظيم. Teşekkür ederim. Əziz Quran hafizi, Qarabağ qazisi qardaşım, Allah Teala inşallah şəhidlərimizi xəbərdar etsin. Allah Teala bütün vətən şəhidlərimizi Kövsər başında könüllərin sultanı Məhəmmədi Mustafa ilə görüşənlərdən qərar versin. Allah bütün şəhid doğmalarına səbir, güc və qüvvət ihsan eləsin. Quran gecəsidir. Quran gecəsində Quranın nuru qoy bütün ölkəmizi bürüsün. Qoy Quranın və şəhidlərin şəfayəti qalib sərkərdəmizin, qalib ordumuzun, qalib xalqımızın ekran qarşısında, eləcə də YouTube kanalımızda, sosial şəbəkələrdə, canlı yayımda bizi izləyən hər bir kəsin üzərindən bir an olsa belə əksik olmasın. YouTube kanalımızdan Nailə Əliquliyevə yazır ki, mən əvvəlki illərin qılınmayan namazlarını, qəzasını qılmağın vacibdirmi? Və 52 yaşım var, 6 aydır namaz qılmağa başlamışam. İnamın YouTube kanalına yazır bacımız. Müqar müəllim? Ümumiyyətlə, yəni... Amma 6 ayda namaz qılmağa başlayıb. Kim görüşü budur ki, əfalül mükəlləfin deyə bir şey vardır ki, insan həddi bulğa çatdığı zamandan İslamın əmirləri də onun üzərinə yüklənir. Ona görə də o vaxtdan o ibadətləri yerinə yetirməsi lazımdır, hesablayıb. Ona görə də qəza etməsi lazımdır. Amma bəzi görüşlər də vardır ki, bir şey dəlil gətirirlər ki, yəni deyək ki, Həzrət Ömər və ya Həzrət Əbu Bəkir, yəni bunlar 38, nə bilim, 27 bu yaşlarda İslamı qəbul etdilər. Yəni bunlar öncəki namazların qəzası deyə bir şey naslarda yoxdur deyə belə söyləyənlər də vardır. Amma əsas deyək ki, Hənəfi məktəbinin görüşü budur ki, yəni işləyib hazırlamışlardır ki, yəni ibadətlərin fərz olması üçün nə lazımdır? Müsəlman olmaq, həddi buluğa çatmaq, ağlı yerində olmaq. Bu yaşa gəldiyi zaman ibadətlər də yəni o artıq fərz olaraq onun üzərində icra olunmalıdır. Ona görə də onu hesablayıb, yəni qılması daha şeydir. Bəs cəfərlikdə necədir? Ceyhun müəllim? Yəni burada bir önəmli məsələ var. Yəni əgər insan imanda olubsa, yəni bəzən insan olur ki, bir müddət ibadət edir, sonra tərk edir. Yəni əgər o imanda olubsa, yəni
Çox üzr istəyirəm, əfvinizə sığınırım. Xanım doktor deyir ki, 52 yaşı var və 6 aydır ki, ilk olaraq namaz ibadəti. Mən ona görə deyirəm, çünki bayaqda bir sual oldu. Bəli. Mən bayaq istədim ona da münasibət bildireyim. Yo, bildirin, müzakirə edirik. Yəni söhbət nədən gedir? Məsələn, bir adam imanda olmayıb, dərk eləməyib. Misal üçün, anadan olub 40-cı ildə, 50-ci ildə, 60-cı ildə o dövrdə ümumiyyətlə yəni icazə yox idi və insanlar məlumatsız idi. Yəni o bəzən insanlarda ciddi narahatlıq olur ki, mən xeyli müddət namaz qılmam. Qəzalarım var. Yəni əgər İslamı dərk edərək, imanda olaraq namazı tərk edibsə, mütləq onun qəzasını qılmalıdır, ona mükəlləfdir. Çünki qəsd niyyəti var. Bayaq Vüqar müəllim də dedi ki, yəni alimlərin ümumi görüşü odur. Çünki bilərəkdən. Amma biri də var, kimsə 50 yaşında ümumiyyətlə hardasa gəlib tanış olub İslamla, başa düşüb ki, İslam və ibadət edibdir. Yəni o həmin andan artıq başlayıb namazını qılmalı. Və bu vəziyyətdə əgər o imanda olubsa, yəni ibadətin şərtlərini bilibsə, İslamın şərtlərini bilibsə, dinin şərtlərini bilibsə, namaz qılmayıbsa, onda bəli, qəzaları qılmalıdır. Amma İslama sonradan gələrək, dinə sonradan gələrək dərk eləyibsə, onun həmin namazların qəzasını qırması vacibdir. Çünki mən nəyə görə deyirəm, bəzən insanlar özlərini çətinliyə sala bilərlər ki, mən 50 il qırmamışam. Yəni qeyd etdiyimiz əsas alimlərin meyarı odur ki, yəni sən İslamda olasan. İslamda olmayan adam namazın vacibliyini, orucun vacibliyini bilməyən adam təbii ki, araşdırmalı idi, öyrənməli idi. Amma müxtəlif səbəblər ola bilər. Ona görə orada meyar odur ki, onu hansı formada və hansı düşüncədən başlayıb. Tamam, anladım. Allah razı olsun. Hamımızdan. Çox sağ olun Vüqar müəllim, Ceyhun müəllim. Buyurun. Sabahınız xeyir olsun, dəyərli ilahiyyatçılarımız. Allah orucunuzu, namazınızı, ibadətlərinizi qəbul eləsin. Allah sizdən razı olsun ki, bu müqəddəs Ramazan ayının gözəl fəzilətli saatlarında öz vaxtınızı bizlərə ayırırsınız, bizləri maarifləndirirsiniz. Sizlərə təşəkkür edirəm. Sizdə 2 sualım var. Birinci sualım odur ki, belə bir deyim var ki, ümumiyyətlə deyirlər ki, Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Bu doğrudurmu? İkinci sualım odur ki, Rəbbimin hər şeydən xəbərdar olduğu halda deyirlər ki, gözdən, nəfsdən Allahın xəbəri yoxdur və yaxud nəfs yıxan evi Allah da yıxa bilməz. Bu belədirmi? Sizlərə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Bizə dəyər verən 10 minlərə, 100 minlərə hər birinə təşəkkür edirəm. Allah sizlərdən razı olsun. Belə vətəninə, dininə sevdalı olan soydaşlarımıza xidmət etmək bizlər üçün şərəfdir və qürurdur. İnam komandası adına, layihəmdə iştirak edən fədakar heyətim adına deyirəm. Vüqar müəllim, buyurun. Təbii ki, dini nöqteyi nəzərdən ifadə yanlış bir ifadədir. Yəni Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Böyüksüz yerdə oturma. Böyüksüz yerdə oturma. Amma belə bir şey vardır ki, yəni mütləq bir yerdə nizam, intizam olmalıdır, böyük olmalıdır. Belə, məsəl üçün, alimlərin görüşü də vardır ki, yəni ölkələrdə ən mütləq deyək ki, rəhbər olmalıdır, qanun olmalıdır, qayda olmalıdır. Yəni qanunsuz deyək ki, yerdə anarxiya olar. Bu mənada söylənilir. Bu bir mənalıdır. Bu mənada. Amma ifadə seçimi nə qədər doğrudur? İfadə seçimi yanlışdır. Onu başqa cür demək lazımdır. Üzr istəyirəm, elə Allahsız olan yerdə də anarxiya olardı. İnsan dəyərlərini itirər, mənəvi dəyərlərini, dini dəyərlərini, vətən sevgisini. Yanlışdır. Yəni inanclı insan üçün Allahsız deyə bir şey yoxdur. Yəni Allah hər zaman vardır. Belə bir ifadə işlətmək özü bir dini nöqteyi nəzərdən küfür sayılır. Günahdır. Ceyhun müəllim. Yəni o əslində böyüklərə hörmət məqsədi ilə deyilən bir ifadədir. Yəni ki, hər bir yerdə bir böyük olmalıdır, ağsaqqal olmalıdır. Amma dini baxımdan, kökündən yanlış bir məsələdir ki, sən deyəsən ki, Allahsız, yəni
olan yerdə otur, amma böyüksüz bu cür ifadələr işlədilməsi, yəni dini baxımdan yanlışdır və günahdır. Sadəcə burada əsas hədəf və məqsəd böyüklərə hörməti təbliğ etməkdir. Dinimiz də bunu bizdən tələb edir ki, biz böyüklərə, ağsaqqallara hörmətlə yanaşmalıyıq. Amma belə bir fikri demək günahdır və hətta insanı dindən də çıxarda bilər. Çünki Allah hər yerdə var, Allah hər yerdə hamımızı görür və bilir. Sualın ikinci hissəsi də vardı. Bəli, o Allah... Belə söylə. Bəli, bəli. Xəbəri yoxdur, əstəğfurullah. Yəni Allahın hər bir məsələdən xəbəri var və görür. Allah Taala hər yerdədir və ona görə də gözümüzü də görür. Hətta bizim qəlbimizdəkini də görür. Gizlinləri bilən odur. Beynimizdəkini də bilir. Ona görə biz onu nəzərə almalıyıq ki, Allah Taala hər şeydən xəbərdardır və Allah Taala hər şeyi bilir. Ona görə və Allah Taala hər yerdədir. Hətta indi bəzən insanlar düşünə bilər ki, yəni davranışla bağlı. Allah Taala bizim ürəyimizdə nə var, beynimizdə nə var belə, onun hamısını bilir və hər şeydən xəbərdardır. Yəni onu da hamımız bilməliyik. Və o hətta yaxşı fikirlərə görə, düşüncələrə görə savab qazanırıq. Pis düşüncələrə görə də günah qazanmışıq. Allah razı olsun. Növbəti sual xanım redaktor. Salamünaleyküm. Sabah xeyir olsun. Allah Taala tutduğu oruçları qəbul etsin inşallah. Bir sualım var, amma çox xahiş eləyərdim bu sualı cavablandırasınız. Çox xahiş eləyərdim. Çünki bu sual həqiqətən də mənim üçün çox vacibdir. Həqiqətən də yəni bunu bilmək istəyirəm. Bir neçə ildir orucumu tuturam, şükür Allaha, ibadət eləyirəm. Allah həmd olsun, bütün oruçları Allah qəbul etsin. Amma sabah həftənin ikinci günü mənim növbəm var diş klinikasında. İmplant olmalıdır. Ağzımda damağıma 2 diş əkdirməliyəm. Yəni buna mənim gücüm var, yəni bu mənəvi problem deyil, yəni bunu mən eləyə bilərəm, amma sadəcə olaraq bilmək istəyirəm ki, mən orucumu yəni pozulurmu yəni onda? Amma çox istəyirəm bunu cavablandırasınız bu sualımı. Yəni iynəyə görə, sadəcə orada iynə vurulacaq, keyləşdirilmə. Bu iynə keyləşdirici bir iynədir. Başqa heç bir orada bir yəni bədənə hansısa bir daxil olan ağız suyumu, yəni xırda bir qan belə, yəni heç bir olmayacaq. Sadəcə bir iynə. İftara qədər də yəni mən onu dözüb yəni saxlaya bilərəm. Bunu cavablandırmağı çox xahiş eləyərdim sizdən. Dəyərli ilahiyyatçılarımız adətən tövsiyə edirlər ki, iftardan sonra olsa daha yaxşı olar. Bəlkə də zəruri, bilmirəm. Yəni Sadiq cavablandır bunu. Selim, əgər çox zəruridirsə və keyləşdirici bir şeylərin oruca bir manisi yoxdur əslində. Bayaq Vüqar müəllim də qeyd elədi verilişin başında. İndi qardaş da deyir ki, yəni orada qanun olmaması, əminliklə deyir bunu. Əminliklə deyirsə, hər halda bir sıxıntı olmaz onun keyləşdirici iynə vurub implant qoydurulmasında. Amma ehtiyat babından olarsa daha yaxşı olar ki, yəni iftardan sonra onu həyata keçirsin. Mən bütövlükdə qonaqlarımız hər bir cəməm söyləyirlər ilahiyyatçılar ki, bəyənilən iftardan sonra olmasıdır. Bəli. Amma elə bir şeydir ki, yəni bəzi doktorlar vardır ki, onların vaxtı yoxdur, ancaq verdiyi vaxta gəlirsən. Zərurət olduğu halda. Zərurət vardır. Anladım. Dediyi kimi qan udmadıqdan sonra, yəni daxilə bir şey getmədikdən sonra və də dözəcəksə... Siz diş həkimləri ilə əməkdaşlıq eləmirsiniz? Tanışlarım var. Gördüm, onu duydum. Bir təbəssüm üçün dedim. İmsaka doğru biz izləyənlər üçün. Burada növbə məsələsi falan da var, amma biz tövsiyə eləyərdik ki, bu cür ən çox bəyənilən budur. Mümkündürsə Ramazandan sonra saxlama ehtiyat üçün. Bəli, təşəkkür edirəm. Buyurun növbəti sual. Salam, hər birinizi salamlayıram. Allah oruz namazınızı qəbul eləsin. Mənim belə bir sualım var idi. Ramazan ayının sonunda bayramın bitməsi ilə əlaqədar günlər fərqi olur. Bir gün, 2 gün. Bu Ramazan ayının günləri barəsində Quranda yəni konkret gün deyilibmi, deyilməyibsə, yəni niyə deyilməyib? Yəni buna bir dənə mümkünsə aydınlıq verərdiniz. Təşəkkür edirəm, hörmətli millət vəkilim. Demək ki, bu məsələnin dini əsası belədir ki, Peyğəmbərimizin s.ə.v hədislərində də gedir. Yəni biz Ramazan ayına ayın
yeni ayın çıxması ilə başlayır. Elədir. Yəni bu elə bir ki, Ramazandan əvvəlki ayın sonuncu günündə indi o ayın çıxmasından asılı olaraq dəyişir. Biz baxırıq. Əgər yeni ay çıxdısa, biz başlayırıq oruca. Çıxmadısa, bir gün sonra başlayırıq. Yəni bu fərqlər bundan yaranır. Və biz Ramazan ayını da bitiririk. Ayın sonunda, məsələn, ayın 29-unda artıq ay göründüsə, 30-u bayramdır. 29-unda yeni ay görünmədisə, biz 30-unda da orucu tuturuq, bayramı sonra edirik. Yəni Ramazan ya 29 gün olur, ya 30 gün olur və ayın çıxması da ölkədən ölkəyə dəyişə bilər. Bölgədən bölgəyə dəyişə bilər. Ona görə məsələn bu ildə müsəlman dünyasının bir hissəsi bir gün tez başladı, bir hissəsi bir gün gec başladı. Düzdür, əksəriyyət bizim kimi başladı, amma Doğru. bir neçə ölkə fərqli başladı. Bizim tövsiyəmiz nədir? Çünki bu Azərbaycanda təəssüf ki, hər il bu problemi biz yaşayırıq. Yəni bizim tövsiyəmiz və dinimizin də yanaşması odur ki, yəni hər bir müsəlman öz ölkəsinin təqvimi ilə getməlidir. Bizim təqvimimiz hansı formadadırsa, biz həmin təqvimə də əməl etməliyik. Əslində bu aktual bir məsələdir. Yəni təəssüf ki, müsəlman dünyası bu barədə razılığa gələ bilməyib. Hətta dinimizin yanaşması belədir ki, bir ölkədə ay görüldüsə, bütün müsəlman dünyası oruca başlaya bilər və hamı bitirə bilər. Əslində buna biz gəlib çıxa bilsək, bu çox gözəl olardı və insanların narahatlığı da aradan qalxardı. Vəli ilə gəlir, hörmətli millət vəkilim, siz ilahiyatçı alimsiniz və İnamın ən fədakar komanda heyətindən birisiniz. Biz keçən il tam məsuliyyətlə deyə bilərəm ki, mütləq nail olmağa çatırdıq. İnamın işığında bizlər cəmiyyəti, toplumu daha doğru, düzgün bir şəkildə insanların anlaya biləcəyi elmi izahlarla ona nail olmuşduq. Çünki bunun monitoringini də apardıq. Xəbər saytları bununla bağlı yadınızda olar. Çox gözəl İnamın işığında İnamın mənəvi mühitə verdiyi uğuru bir komanda olaraq burada Seyid Camalın özünü öyməsindən getmir. Və yaxud İnam komandasının özünü öyməyindən getmir. Burada dövlətin uğurlu din siyasətinə verdiyi dəstəkdən gedir və bu layihəyə verdiyi dəstəkdən və umuram və təvəqqə edirəm ki, Rəbbimizdən ki, bir neçə faiz ki, qalmışdı tamamlamağa. Biz komanda olaraq bu Ramazanda buna nail olacağıq. Çünki bu xalq vəhdətə, birlik və bərabərliyə hər bir zaman könül vermiş, bütövlüyü istəmiş bir güzdür, bir qüvvədir. Biz bunu 44 günlük müharibədə gördük. Bu xalq öz dəyərlərinə sadiqdir. Bu xalq yad təsirlərin girovluğunda əsir qalan digər ölkələrin vətəndaşlarına bənzəməz. Qrup halındadır. O qrup halında da o insanların inşallah anlayacağına biz inanırıq. Az bir zaman qalıb. Mən bunu görürəm və buna da inanıram. Çünki bu vətənin, bu dövlətin birlik və bərabərliyi, vəhdəti, mühafizə olunması, milli təhlükəsizliyimizin mühafizə olunması qədər vacibdir, hətta zəruridir. Təşəkkür edirəm. Buyurun. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Bir sualım odur ki, cemaat namazında vacibən qulbətən illallah deməliyəm qoşulduğumda, yoxsa sadəcə qulbətən illallah deməliyəm. Bir də ki, sualım odur ki, səhər imsakda mən oruç tuturam, vacibən qulbətən illallah deməliyəm, yoxsa yox? Təşəkkür edirəm. Allah qəbul etsin. Vüqar müəllim, buyurun. Oruçda əsasən niyyət qəlbən olan şeydir. Yəni, namaza durmaqdır və yaxud da oruca durmaqdır, özü niyyət sayılır. Sahura durmaq niyyət sayılır. Bunu etməklə onun, deyək ki, niyyəti həyata keçmişdir. Ağızla da demək, niyyət etdim Allah üçün bu gün orucunu tutmaqdan. Yəni, qurbətən nə deməkdir? Ya Allaha yaxınlaşmaq üçün. Yəni, problem yoxdur. Qurbətən ilallah, yəni Allaha yaxınlaşmaq üçün deməkdən. Onsuz da vacibdir. İkisini də deməkdə heç bir şey yoxdur. Problem yoxdur. Deyə bilər. Yəni, hər ikisini deyə bilər. Ümumiyyətlə, indi bu çox müzakirə olunur. Yəni, söhbət nədir? Söhbət
bir insanın niyyət eləməsidir. Bu Ramazanda da baş verir ki, biz hər gün niyyət eləməliyik, yoxsa ayın əvvəlindən bir dəfə niyyət eləyək. Əgər insan bir məsələni niyyət edibsə, onu dilə gətirməsi fərz deyil, vacib deyil. Amma ənənə halında, bəli, namaz qılanda da bunu deyir. Yəni hər ikisini deyə bilər. Burada heç bir problem yoxdur. Əsas odur ki, o niyyət edib ki, namaz qılır, xalis olsun. ya oruc qılır. Narahat olmasın. Təşəkkür edirəm. Layiqli cavabdır. Sosial şəbəkələrdən bizi izləyən çoxlu sayda izləyicilərimiz bizə yazırlar. Adını çəkmirəm. Bir izləyicimiz yazır ki, mənim qaynənəm namaz qılır, oruç tutur, ibadət edir. Ancaq bütün günü məni qəlbimi qırır. Adam adını yazıb, sadəcə mən sayıq olaraq bildirmədiyim sonra o qaynənə yenə də onun qəlbini qıra bilər. Niyə inama yazır? Mən isə deyir, bütün günü onun qulluğunda dururam. Sadiq, bu düzdürmü? Belə sual ünvanlayır. Həmin qardaşımız, övladımız kimdir? Valla belə deyək də Seydim. Çətin mi oldu bu sual? Çətin oldu, həqiqətən çətin oldu. Çünki insan etdiyi xeyr əməllər də onun özü üçündür, etdiyi xətalar da, yəni günahlar da yenə də öz günahının daşıyıcısıdır. Amma xanımdır yoxsa bəydir sualı verən? Bəydir verən. Bəyin bu tərəfdə mövqeyi hər zaman yaxşılıq etməsi daha yaxşıdır. Niyə yaxşılıq? Bəli, çünki ayət kərimədə də Allah Azza və Cəllə buyurur ki, deyir, pisliklə yaxşılıq eyni ola bilməz. Sən sənə qarşı edilən pislikləri yaxşılıqla dəf elə. Bir müddətdən sonra səninlə ədavət aparan kimsəni sənə ən yaxın dost olaraq görərsən. Bəli. Biz tövsiyə eləyək ki, bu qardaşımız davamlı olsun bu yaxşılıqlarında, israrlı olsun və ümid eləyək, dua eləyək ki, Allah da onun qəlbinə ona qarşı olan sevgisini daha da möhkəmləşdirsin. Bu Ramazan səbəbilə də inşallah deyək ki, qaynanada vaz çəksin. Münasibətləriniz necədir? Yaxşıdır, şükür Allah. Hiss edirəm, gözlərinizdən təbəssümlə danışırsınız. Bu, bizi izləyənlər üçün bir təbəssüm olsun deyə söylədim. Salam və dualarımı göndərirəm. Allah razı olsun. Buyurun. Sabahınız xeyir olsun. İnam verilişinin gözəl aparıcısı, gözəl qonaqları, hamımızın sabahlarınız xeyirli uğurlu olsun. Tutduğunuz oruclarınızı Allah qəbul eləsin, qıldığınız namazlarınızı Allah qəbul eləsin. Mən sizin verilişi hər gün izləyirəm. Ayın 1-dən də orucumu tuturam. Sizin sayənizdə bilmədiklərimi sizin verilişdən yararlanıram. Öncədən təşəkkürümü bildirirəm. Bu gözəl verilişə, bu gözəl kollektivə, bu gözəl aparıcıya görə öncədən təşəkkürümü bildirirəm. Sizə bir sual vermək istərdim. Mən 2 gündür məndə qulağım tutulub, bir də burnum tutulub. Amma yəni boğazım ağrımır. Amma qrip kimiyəm də. Amma orucumu da pozmuram, orucuma da davam eləyirəm. Bu orucu pozmuş ki. Təşəkkür edirəm. Bizə hətta İnam komandası, siz komandanın üzvü olaraq bilirsiniz ki, biz iftardan imsaka qədər, mən yox, açıq söyləyirəm, xanım redaktor, digər komanda üzvlərimiz, hətta bu işdə gənc ilahiyyatçı Əmrah Eminovun hər 2 görüşə dayanan cavabları digər ilahiyyatçıları da arayır, onlarla bərabər razılaşdırır və cavablar yazılır. Çox maraqlıdır bu. Yüzlərlə insanlar mən qribəm, orucumu batil etmirmi deyə özə ünvanlayırlar. Mən də bunu normal qəbul edirəm. Çünki insanlar ən kiçik detallara qədər varırlar. İstəyirlər Allahın mərhəmət, rəhmət, şəfqət, bağışlanma ayı olan Ramazanda hansısa bir xırda belə qüsura yol verməsinlər. Buyurun Vüqar müəllim. Bəli, yəni bunu hər zaman söyləyirik. Yəni Ramazan elə bir ibadətdir ki, yəni onun orucunu digər zamanlara qoymaq, yəni Ramazanda tutulan bir gün orucun yerini Ramazan xaricində 100 gün tutsan vermir. Ona görə də yəni bəsit xəstəliklərlə Ramazan orucunu deyək ki, qəza etməyin. Qəzaya saxlamamaq lazımdır. Yəni burada əsas məsələlərdən birisi budur ki, insanlar zənn edirlər ki, tüpürcəyin udulması və yaxud da burunda olan şeyin mədiyə enməsi kimi xüsuslar yəni insanın özündə olan
bunlar orucu batil edər. Belə bir şey yoxdur. Yəni insan tüpürcəyini udması da şeydə. Yəni qəsdən olmasın. Bəli. Biz çalışırıq, hörmətli millət vəkilim, əziz qardaşlarım, Vüqar müəllim, Qarabağ qazisi, Quran hafizə Sadiq qardaşım, biz bilirsiniz, yəni komanda üzvüsünüz. Mən ən kiçik sualları belə canlı efirə daşımaq üçün komanda üzvlərimizə demişəm ki, insanlar inamın işığında sizlərə inanırlar. Əgər adam imsaka doğru, biz oyaqıq, onlar da oyaqdılar və ayıqdılar. Bu dəyərlərə mənəvən bağlıdırlar. Onları düşündürürsə, onlar başqa ölkənin televiziya kanallarında da dini verilişlər var, baxa bilərlər. Amma artıq Azərbaycan insanı, Azərbaycan Respublikasının vətəndaşları sədaqətlə göstərdiyimiz bu xidmətin qarşılığında sizlərə inanırlar. Ceyhun müəllim başda olmaqla Azərbaycan İlahiyyat Üstünün müəllimləri və digər ilahiyyatçilərimiz. Və düşünürəm ki, biz bu sualları cavablandırmaqla bir qrup insanların da yad təsirlərin ağışından xilası üçün çox mübarək və təqdir olunası addımlara imza atmışıq. Bax, ona görə mən həmişə istəyirəm ki, bu suallar canlı efirə daşınsın. Onu da qəbul edək. Xanım redaktor, narahat olmayın. Ən xırda sualları belə canlı efirə daşıyın. Çünki deyir, yüzlərlə buna bənzər suallar var. Buyurun. Salam olsun hər bir kəsə. Mən özüm orucda tuturam, namaz da qıllam inşallah. Deməli, su arxına tor qurmuşam, balıq düşüb. Gəlib görmüşəm ki, balıq torda ölüb də. İndi o bilmək istəyirəm ki, o götürüb yesəm halaldır, yoxsa haramdır. Allah razı olsun. Görən qızıl balıqdır, yoxsa Allah razı olsun. Sadiq buyur. Balıqda yəni ölü olması belə... Amma maraqlı sualdır, tam ciddi söylüyorum. Yeyilməsində də belə, yəni balıq məhsullarına, dəniz məhsullarına aiddir. Ölü halda belə onun yeyilməsində hər hansısa bir sıxıntı yoxdur. Vüqar müəllim. Yəni burada məsələ budur ki, "Huvat-tahuru ma'uhu vel-hillu meytatuhu" deyə Peyğəmbərin hədisi vardır ki, dəniz suyu təmiz və ya su suyu təmiz, ölüsü də halaldır deyə. Amma səbəbi bilinməsi lazımdır. Yəni bu, yəni sənin torun səbəbi ilə mi öldü, yoxsa hər hansı bir xəstəliklə mi balığın öldüyü insana zərəri toxunmamalıdır. Əgər səbəbi bilinirsə ki, yəni susuz qalıb və yaxud da bunun toru səbəbi ilədirsə, problem yoxdur. Yəni orada ümumiyyətlə balıqla bağlı məsələdə, yəni bu dənizdə də, çayda da, yəni İslam hökmündə odur ki, əgər balıq ölüb suyun üzünə qalxıbsa, şişib qalxıbsa, bu təbii ki, yemək bu günahdır. Yəni bu xəstəlik səbəbi ilə ola bilər. Amma belə balıq sənin səbəbindən. Yəni sənin səbəbindən burada yəni heç bir problem olmaz. Təşəkkür edirəm. Əgər tora düşüb ölübsə. Mən onu düşündüm ona görə. Allah sizdən razı olsun. Ölü çıxır, olay yeyə bilər. Allah razı olsun. Amma bir də var ki, tapırsan ki, ölü bir balıqdır. Sual qəbul edilmi? Bəli. Deyirəm, bizim verilişin səmimiyyəti bilirsiniz nədir? Aparıcı müəllif gözləyir ki, özəl oradakı müzakirələr bitsin, sonra izləyicilərimiz, 100 minlər bizi gözləyir. Buyurun. Davam edəsin. Sabahınız xeyir olsun, Allah tutduğunuz orucları qəbul eləsin. Sizə bir sualım var mənim. Bu, elə bil mənim deyilmiş bir qurbanım var. Elə bil onu mən kəsməyib, onun pulun xəstə uşağa köməlik eləsəm, o elənsiniz olarmı? Təşəkkür edirəm. Allah təala bütün xəstələrimizə tezliklə şəfa ihsan eləsin. Buyurun Vüqar müəllim. Sual tam mən anlamadım. Dediyim qurbanı var, amma xəstə uşaq da var. O pula qurbana deyil, o uşağın müalicəsinə sərf etsə olarmı? İndi belə bir şey vardır. İnsanın canı İslamın şərtlərindən birisi də odur ki, can sağlığıdır. Bu məqasidi dindir. Dinin məqsədlərindən birisi də insanın canını qorumaqdır. Mal varlığıdır, can varlığıdır. Bunları qorumaqdır. Birinci növbədə yəni insanın sağlığını qurtaracaqdır, əlindən gələn edəcəkdir, malını satacaqdır, nə edəcəkdir. Ondan sonra o etdikdən sonra Allah inşallah imkan verər. İnşallah. Çünki can Allahın əmanətidir. Bəli, nəzir
qurbanında zaman, məkan önəmli deyildir. Ən yaxşısı odur ki, məsələn, dediyi şey həyata keçdikdən sonra həmən etsin, amma imkanı yoxdursa, Allah imkan verdiyi zaman onu həyata keçirər. Minnətdaram. Sponsora keçid edək. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Bəli, əziz vəfalı qardaşlarım, inamın işığında İmsaka doğru İnam komandasını tək qoymayan sizlərin hər birinizə təşəkkür edirəm. Dərhal sualı da qəbul eləmək istəyirəm. Buyurun. Sabahınız xeyir olsun. İbadətləriniz qəbul olsun ali dərəcədə. Çox sağ olun ki, hər gün öz yuxularınıza haram qatıb bizi bu gözəl söhbətlərlə söhbətlərimizə aydınlıq gətirəsiniz. Allah sizlərə can sağlığı, uzun ömürlər versin. Mən sizə bir sual vermək istəyirəm. Yəni deyirlər ki, bədnəzər var. Həqiqətən də bədnəzər var, yoxsa yox? Çünki mən özümdən götürürəm, bir yerə gedib gələndə mütləq şəkildə əşyama, paltarıma, yəni mənim özümə bir şey olmur. Yalnız bunlara ziyanlıq toxunur. Evə də gələndə evdə deyirlər, ya haradasa deyəndə ki, belə bir şey olub, deyirlər ki, bəs nəfis var. Doğrudan da bu varmı? Öncədən sizə təşəkkür edirəm. Allah sizlərə can sağlığı, uzun ömür versin. Qabaqcadan minnətdarlığımı bildirirəm. Biz sizə təşəkkür edirik. Gözəl dualarınıza görə minnətdarıq. Allah bütün xalqımızı bəd nəzərdən, pis gözdən mühafizə edərək öz əmanətində saxlasın. Hörmətli millət vəkilim, bəd nəzər varmı? Bir mənalı dinimizdə var. Yəni, hətta Peyğəmbərdən rəvayət olunan bir hədis var ki, göz kişini, insanı qəbrə, dəvəni qazana qoyar. Yəni, bu bir mənalıdır ki, nəzər var, insana gözü dəyə bilər. Hətta insanın özünün özünə də gözü dəyə bilir, nəzəri dəyə bilir. Yəni, bu bəzən də praktikada elə olur ki, insan özü haqqında nəsə bir fikir deyir və görür ki, sonradan o dediyi fikir əsnasında onun hansısa bir işində bir problem yarandı. Ona görə bu nəzər var, göz dəymə var və bundan da çıxış yolu, yəni Qurandır, Quran ayələridir. Bunu da duadır, bəli, elə bir böyük bir problemə çevirməyə də ehtiyac yoxdur, amma bu var. Dinimizdə bu məsələ, yəni geniş yayılmış bir məsələdir ki, dinimiz bunu bizə deyir və hətta Quran-ı Kərimdə də yəni bəzi ayələr var ki, onlar gözdəymədən qorumaq üçün istifadə olunan ayədir. Yəni Qələm surəsinin sonuncu ayələrindən söhbət gedir. Son ayələri eləmi? Təşəkkür edirəm. Buyurun Vüqar müəllim. Ben yekadüllezine kəfərur le yuzlikuneke bi əbsarihim deyə o ayə var. Tərcüməsi nədir? O inanmayanlar gözləri ilə səni yemək istəyəcəklərdir. Bu aləmlərin Rəbbi olan Bu artıq tam ciddi bir mesajdır.
Allahın xəbərdarlığıdır. Təşəkkür edirəm. Buyurun. Sabahınız xeyir olsun. Mən bilmək istəyirəm ki, orucluyken çinmək olarmı? Təşəkkür edirəm. Sadiq müəllim. Bəli, əlbəttə olar. Yəni çinmək olar. Sadəcə burada ağza su alıb da daxilə getməməsini qorumaq lazımdır. Yəni, mazmaza və istinşaq olmalı. Qusulun şərtlərində, bəli, udulması. Bu arada su demişkən imsaka 3 dəqiqə var. Əziz izləyicilərimiz, Bakı vaxtı ilə imsaka 3 dəqiqə var. Buyurun. Bir daha diqqətinizə çatdırıram. Bakı vaxtı ilə. Buyurun. Allahınız xeyir olsun. Allah hər birinizin orucunu qəbul eləsin. Mənim sualım belədir. Mən niyyət eləmişdim ki, mənim bu işim həyata keçsin. Ömrümün sonuna qədər oruç tutaram. İndi 50 yaşım var, 4 ildir oruç tuturam, 4-cü ildir bu. Əgər mən orucu tuta bilmərəmsə, bu Qədir gecələrində tutaramsa, bu mənim niyyətimi, orucumu pozmaz ki, yəni qəbul olunar. Mən demişdim ki, niyyətim həyata keçsin, ömrümün sonuna qədər oruç tutaram. İndi mən bu orucluq ayının bütün ayın tutmasam, tuta bilməsəm, yəni yalnız Qədir gecələrində orucu tutsam, mənim bu niyyətim qəbul olunar, yəni mənim tutduğum oruc qəbul olunar. Minnətdaram. Yəni biz bilmirik ki, izləyicimiz sağlıq və səhətinə görədir, yoxsa necə, həm də niyyət etmişəm deyir. Axı Ramazan orucu tam fərqlidir. Hörmətli millət vəkilim. Burada bayaq da bir sual oldu. Biz ümumiyyətlə vətəndaşlara tövsiyə eləyirik ki, yəni bu nəzir deyəndə, ümumiyyətlə qurban deyəndə, Allahdan nəsə istəyəndə onu edə bilməyəcəkləri barədə düşünsünlər. Öncədən. Bəzən insanlar elə bir nəziri deyirlər, elə bir qurbanı deyirlər ki, onu həyata keçirə bilmirlər. Çoxdur belələr. Və ona görə də bu önəmli bir məsələdir ki, yəni onu o formada. Burada məsələ necədir? Əgər, yəni ümumiyyətlə oruc belədir ki, Ramazan orucu vacib orucdur, fərz orucudur. Yəni o hər bir müsəlmanın üzərinə vacib olan orucdur və hökmdür. Nəzir və deyil, onun yəni nəzir deyil. Nəzir odur ki, siz Ramazana yox, başqa günlərdə bunu deyəsiniz və onu yerinə yetirəsiniz. Yəni o mənada Ramazan orucu hər bir müsəlmanın yerinə yetirməli olduğu ibadətdir. Və ona görə də burada artıq mən onu dönə-dönə vurğulayıram ki, yəni o nəzir məsələsində hər kəs yəni diqqətli olmalıdır ki, sonradan o çətinliyi yaşamasın. Yəni mənim o imkanım olmayacaqsa, pulum olmayacaqsa, niyə vəd verirəm? Və ya onu sağlamlığım icazə verməyəcəksə, mən onu etməməliyəm. Bu nəfilə, yəni vacib olmayan oruçlarla bağlı məsələyə gəldikdə isə, əgər səhhəti icazə verməyibsə, o başqa. Yəni onu çünki özündən asılı olmayan. Bu tam üzürlüdür. Bəli, belədir. Çox təşəkkür edirəm. Ona görə bu həssas məsələdə hər kəs diqqətli olmalıdır. Üzr istəyirəm, Vüqar müəllim, buyurun. Gözəl izahdır. Yəni xanımın etdiyi nəzir çəkərsiz nəzirdir. Çünki yəni Ramazan orucu onsuz da fərzdir. Yəni sən onsuz da günaha girirsən əgər tərk edirsənsə. Daha qorxutmayın insanları. Yox, şeyi deyim ki, verilişin başı çox gözəl başlamışdı, günahları tərk etmək. Çox üzr istəyirəm bölündüyünə, əffinizə sığınıram. Hətta rejissorumuz uca səslə oradan deyir ki, imsak vaxtıdır artıq. Yəni, əziz izləyicilərimiz, Bakı vaxtı ilə bizi izləyənlər imsak vaxtıdır artıq. Hörmətli millət vəkilim, su içmək istəyirdiniz? Yox, dayanın. Tamam, dayanın. Vaxt girdiyinə görə. Buyurun, Vüqar müəllim, çox üzr istəyirəm. Onu deyim ki, yəni günah insan 3 şəkildə günaha girir. Fərzləri tərk etməklə, günahları işləməklə, bir də ki, dilini dedikodu ya da bulaşdırmaqla günaha girir. Ona görə də fərzi tərk etmək onsuz da günahdır. Yəni həqiqət doğrudur da, doğru söylüyor. Yəni elədir, amma indi bəli, tamamilə doğrudur. İndi burada bir məsələ var ki, indi bu xanım bunu edibdir. Yəni onun nəziri nəzir deyil, onu mən də demək istəyirəm ki. O fikirlə mən razıyam. Çox üzr istəyirəm. Sanki böyle maraqlı müzakirədir. Sanki Ceyhun müəllim. Yox, nəzir başqa cür olmalıdır. Vüqar müəllim istəyirəm. Sanki Vüqar müəllim deyir ki, axı niyə edibdir bunu? Doğrudur, nəzir ibadət cinsindən olmalıdır. Bəli.
Yəni 5 dənə növ var. Yəni qurban kəsmək Əlbəttə. kimidir, namaz qılaram Aha. demək kimidir və oruç tutaram demək kimi. Yəni Ramazanın xaricində belə deməsi lazımdır ki, yəni bu işim olduqdan sonra mən Biz də izah üç gün- etdik ki, siz və də, bunu Ceyhun da müəllim də izah insan etdiniz özünə ki, zülm etməməsi lazımdır. Bu yanaşma Yəni doğru deyil. Yanaşma doğru deyil. İndi xanım bunu edibdir. Gəlir sualın ikinci hissəsinə. Əgər bunu edibdirsə və orucun tuta bilmirsə, bu artıq yəni kəffarəsini verməlidir. Yəni çünki burada artıq ciddi bir səbəb var. Yəni yanlış etdiyib Elədir. o qəbul edilmir. Yəni o formada nəzir eləmək, yəni diləmək. Düz. Çünki biz anlayırıq da insanlar çünki Kəffarəsi bəziləri- nədir? Yəni o 10 xəqir. bəli. Yəni kasıb insanlar. Mən bildim Vüqar müəllim niyə üzülür. Yəni deyir ki, niyə bu qədər xərcə düşsün? Təşəkkür edirəm. Növbəti sual buyurun. Aleyküm qardaş, hər vaxtınız xeyir olsun. Allah oruc namazınızı qəbul etsin. Mən bilmək istəyirəm ki, çörəyə and içmək Allaha şərik qoşmaqdırmı ya yox? Bu da çox unikal bir sualdır. Sadiq müəllim. Ümumiyyətcə, antlar yalnız və yalnız Allaha içildiyi zaman keçərli olur. Hətta bəzi alimlər Qurana and içməyi də yəni uyğun görürlər. Amma daha çoxları yəni Allahın adına and içildiyi zaman keçərli olur. Misal üçün çörək haqqı, bəzən bizdə bu keçmişdən qalma bir şeydir. Misal üçün bərəkət haqqı və yaxud işıq haqqı, belə bir şeylər var. Evladımın canı haqqı. Falan kəsin canı haqqı. Bunlar doğru deyildir. Yəni bunlar olmaz, bu şeyləri demək olmaz. Yəni and içəcəksə, hətta Peyğəmbər sallallahu aleyhi ve sellem də deyir ki, hər şeydən ötürü də and içmək də olmaz. Yəni çox vacib bir məsələ olarsa, artıq insanları inandırmaqdan ötürü zərurət yarandığı zaman ki, insanlar həqiqətən sənə inansın, o zaman Allahın adına and içə bilərsən. Vallahi, billahi, təllahi bu deyə. Amma çörək haqqı, nə bilim, filan şey haqqı olmaz. Bu doğru deyil. Ceyhun müəllim, biz niyə bu qədər çox and içirik? Valla təəssüf ki, bu bir ənənə halını alıb. Bəzən də indi qeyd olundu, məsələn, alimlərin bir fikri var. Hətta Allaha belə and içmək tövsiyə olunmur. Bəli. Yəni, elə ona görə alimlərin böyük əksəriyyəti təəssüf ki, bizdə bu ənənə halını alıb. Vərdiş halını. Bəli, biraz da bəzi insanlar fırıldaqçılığa meyil olduğuna görə, yəni bu geniş bir formada. Bu ant qazanc üçün sanki nəzərdə tutulur. Bir sıra hallarda bəli. Əslində bəziləri, yəni indi bizim izləyicimizə yəqin bunu kimsə deyib, hətta bəzi alimlər bu əməlin şirk olduğunu da bildirirlər. Yəni rahat olması üçün biz onu deyirik. Yəni hamı bilməlidir ki, Allahdan başqa hansısa bir varlığa and içmək günahdır. Bizdə bu çox geniş yayılır. İnsanlar bundan çəkinməlidir. Sən doğrusansa öz fikri de. Çörək indi hörmət eləməliyik. Bunlar öz yerində. Amma ona Peyğəmbər haqqı da bəzən deyirlər. Bunu demək olmaz. Təşəkkür edirəm. Düzgün deyil. Minnətdaram. Buyurun. Artıq azan vaxtıdır. Qarabağ qazisi, Quran hafizi. Siz bilirsiniz ki, əziz izləyicilərimiz, Azərbaycanda ənənəvi 2 görüş var. Bir gün bir görüşün təmsilçisi, digər gün isə digər görüşün təmsilçisi azan verir. Vəhdət üçün, birlik və bərabərliyin təminatı üçün. Ya Allah, Bismillah. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah.
أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح الصلاة خير من النوم الصلاة خير من النوم الله أكبر الله أكبر لا إله إلا الله. Allah qəbul etsin. Çox təşəkkür edirəm. Allah Taala hər birimizin oruç və namazlarımızı qəbul etsin. Ey sonu gəlməyən əbədi, ey cənnətin və cəhənnəmin sahibi, ey zülmət qaranlıqları allı şəfəqin nuruna qərq etdirib, imsaka doğru müqəddəs Ramazan ayının 10-cu günündə milyonlar üçün Ramazanın fəzilətlərini gözəl nurlu qardaşlarımla xitab etmək üçün bizə fürsət verən, fürsət tanıdan Rəbbim, həmd və sənalarımla, şükürlərimlə, tövbələrimlə xalqımız adına qapına gəldim. Ya Rəbbim, xalqımızı bağışlanmış bəndələrindən qərar ver. Ya Rəbbim, səhv və günahlarımızı keç, eyiblərimizi ört. Allahım, qurban olum, sənin ayında, Qur'an ayında, sənin ilahi ziyafətinə niyyətlənən bütün, ya Rəbbim, insanlarımız adına qapına gəldim. Məhəmməd-i Mustafa'nın vəsiləsi ilə gəldim, ya Rəbbim. Bizləri bağışla, bizi bağışlamamış bu dünyadan aparma, ya Rəbbim. Vaxtsız əcəldən, ani ölümdən, dünya müsibətlərindən, dəniz aşmalalarından, zəlzələlərdən, təyyarə qəzasından, avtomobil qəzasından, yatıb durmama kimi vaxtsız əcəllərdən, ani ölümlərdən sən xalqımızı mühafizə et, qoru, ya Rəbbim. Övladlarımızı əməli salih, dininə, dövlətinə, bayrağına, soyuna uğur gətirənlərdən qərar ver. Övladlarımızı hər cür vaxtsız əcəldən, ani ölümdən özün qoru, ya Rəbbim. Övladlarımızı atasız, anasız, yetim, kimsəsiz, boynu pükük buraxma, ya Rəbbim.
Çiyinlərimizdə övlad tapıb apartma ya Rəbbim. Şəhidlərimizin doğmalarına səbir ver ya Rəbbim. Qazilərimizə can sağlığı ver ya Rəbbim. Evsizlərə ev ihsan elə ya Rəbbim. Küsülləri barışdır. Ya Rəbbi, kinə, nifrətə, qəzəbə könlümüzdə yer vermə ya Rəbbim. Qəlbimizdən kini, nifrəti, yalanı, qul haqqına girməyi, rüşvəti sən sil, apar, uzaq tut ya Rəbbim. Xalqımızı bir-birini sevən, bir-birinə ehtiram, bir-birinə rəğbət göstərənlərdən qərar verginən. Sevgini könlümüzdə çoxalt ya Rəbbim. Ya Rəbbim, bilirəm, qəzəbləndiyin, ya Rəbbim, qəzəblənərək cəza verəcəyin insanlar çoxdur. Ancaq sənə yalvarıram. Sənin ilahi ziyafətinə niyyətli olan sadiq qulların adına sənə yalvarıram ya Rəbbim. Siddiqlərə, müttəqilərə xatir, Məhəmməd-i Mustafaya, onun mübarək ev xalqına xatir sənə yalvarıram ya Rəbbim. Qəzəbini mərhəmətinlə əvəzlə ya Rəbbim. İşsizlərə iş ehsan elə ya Rəbbim. Ya Rəbbim, gecələri səhərə qədər oyaq qalıb, ağrıdan, acıdan qıvrılan, Allah, Allah deyənlər var, səsli mesajlar göndərirlər. Allahın onlara kömək olması üçün inamın işığında bizə inanıb dua istəyirlər. Elə isə mən də yalvarıram, onlara şəfa ver ya Rəbbim. Hər cür bəd xəstəlikdən, hər cür xəstəliklərdən xalqımızı mühafizə elə ya Rəbbim. Allahım, dənizdə, quruda, havada bizi qoruyan Azərbaycan silahlı qüvvələrini özün qoru, özün mühafizə elə ya Rəbbim. Dövlət sərhəd xidmətini, dövlət təhlükəsizliyini, Azərbaycan polisini, bütövlükdə Azərbaycan ordusunu, xüsusi olaraq Kəlbəzərdə, Laçında, sərhəddə, soyuq havada, çovğunda, bax biz bu isti məkanda, ya Rəbbim, oturduğumuz halda bizi qoruyan, bizi mühafizə eləyən qəhrəman zabit və əskərlərimizi hər cür təhlükədən, hər cür düşmən hiləsindən özün mühafizə elə ya Rəbbim. Ölkəmizə, vətənimizə, torpağımıza, qiyamətə qədər yağı, ayağı, düşmən ayağı dəyməsin ya Rəbbim. Azərbaycan xalqının, Azərbaycan dövlətinin düşmənlərinə bir an olsa belə fürsət vermə ya Rəbbim. Xalqımızın, dövlətimizin düşmənlərinə xaricdə dəstək olan, onları tətikləyən, onları müharibəyə sürükləyən ölkələri, güc mərkəzlərini sən hamıdan yaxşı tanıyırsan Allahım. Sənə yalvarıram. Siddiqlərə, sadiqlərə, müttəqilərə, Uhudun, Bədrin, Xəndəyin, Kərbəlanın, Çanaqqalanın, Qarabağın şəhidlərinə xatir həmin ölkələrdə, həmin insanları, həmin mərkəzləri, başlarını özlərinə qat ya Rəbbim. Əziz və vəfalı namsevərlər, ekran qarşısında, eləcə də YouTube kanalımızda, sosial şəbəkələrdə dualarıma amin deyən bütün könül dostlarımız, vəfalı soydaşlarımız, Allah Taala sizlərin də xeyirli olan istək və arzularınızı, hacətlərinizi hasil etsin. Qoy dualarımız ərşə ucalsın. Xanım redaktor, sual var mı? Buyurun. Salamlayıram, Seyidi salamlayıram. Sizə bir sualım olacaq. Xahiş edirəm, sualıma cavab verin. Mən namaz qılarkən ayağıma corab geyinmirəm, çünki zobum var, tərləyirəm. Bilmək istəyirəm, günah mı edirəm, yoxsa yox? Təşəkkür edirəm, Vüqar müəllim. Yəni, ayağa, corab təsəttür olduqdan sonra corabsız da namaz qılmaqda bir şey yoxdur. Yəqin qadın olduğu üçün belə düşünürəm. Yəni orada meyar topuğa qədər bağlı olmalıdır. Yəni topuqdan aşağı açıqlığı heç bir problem yoxdur. Ona görə söylədim. Təşəkkür edirəm. Buyurun. Bir dəyərli inan birləşdirmə gözəl insanları. Mən belə bir şeyə xahiş eləmək istəyirəm. Yəni mən ailə qurduğum yerdə məcburiyyətdən 6 il qıla bilmədim, qoymadılar, imkan vermədilər. Onun qəzasını qılmalıyammı və yaxud da o qalmaya da bilərəm. Təşəkkür edirəm. Ailə səadət qalasıdır. Ailəsini mühafizə edən, qoruyan, onun yüksəlişinə nail olmağa
niyyətlənən fərq etməz, kişi olsun, qadın olsun. Allah o ailələri özü qorusun. Amma bəzən belə də olur. Buyurun Ceyhun müəllim. Yəni yəqin ki, o xanım qılmaq istəyib qoyulublar. Bəli, elə söylədi. Tövsiyə olunan odur ki, qılsın. İnanın qılmalıdır. Eləmi? Çünki bəli, qılmalıdır. Yəni qılmağı tövsiyə olunur ki, qılsın. Təşəkkür edirəm. Buyurun, növbəti sual. Salam, sabahınız xeyir. Allah tutduğunuz, qıldığınız namazı qəbul etsin. Sizə bir sualım var. Namaz qılarkən dəstəmaz alanda mən Qədr surəsini oxuyuram. Düzgündürmü? Yoxsa dəstəmaz alarkən nə deyə bilərik? Çox sağ olun. Cavablandırdığınız üçün. Sağ olun. Gözəl insanlar deyirlər. İzləyicilərimizin mütləq əksəriyyəti özləri o qədər gözəldir. Niyyətləri, zahiri və batiniyə tamamlanmış inanc sahiblərdir ki, özlərini görürlər. Allah Taala dediklərinizə şəxsim adına deyirəm, bizi layiq bilsin, utandırmasın bu yolda. Sadiq müəllim, buyurun. Dəstəmaz aldığı zaman bacımız, yəni ilk əvvəlcədən Əuzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim dediyi zaman artıq dəstəmazını ala bilər. Bu, yəni dili ilə niyyət edib etməməsi zaten qəlbində artıq o niyyət keçərli olur. Dəstəmaz qurtardıqdan sonra da Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi var ki, dəstəmaz qurtardıqdan sonra kim şəhadət gətirərsə, ona cənnətin qapısı açılar deyə. O birisi sualını unuttum. Qədir oxuyuram deyir. Bir də ki, Qədr surəsini tək oxuyursa, indi bilmədik. Fatihədən sonra mı oxuyur, yoxsa Qədr surəsini tək oxuyursa? Dəstəmaz alarkən gedir. Yəni, əgər çox, yəni ümumiyyətlə dəstəmaz alarkən Quran surəsi oxumaq bir ənənəsi yoxdur. Yəni, belə bir vacib. Xüsusi bir ənənə yoxdur. Xüsusi bir ənənə yoxdur. Sadəcə burada önəmli məsələ nədir? Əgər çox üzr istəyirəm, ayaq yolundadırsa, ayaq yolunda Quran oxumu olmaz. Çünki indi əksər evlərdə elədir. İkisi tualetlə haman bir yerdə olduğuna görə Qurana ziddir. Ona görə olmaz. Yəni, bəzi dualar var, bu mənbələrdə, kitablarda gedir. İstəsə onları oxuya bilər. Amma yer imkan verirsə, hər zaman zikr eləmək qəbul ediləndir. Minnətdarım. Sözün var mı Sadiq? Xeyr. Minnətdarım. Buyurun. Salam, sabahınız xeyir olsun. Hər birinizin Allah oruc namazını qəbul etsin. Sizdən bir xahiş edirəm, mən bu sualımı cavablandırır. Mənim 63 yaşım var. Orucumu daim tuturam. Bugün sadəcə elə bir imsak girdi, sonra dərmanı qəbul etdim. Bu nə dərəcədə doğrudur? Mənim orucumu pozurmu? Xahiş edirəm, cavablandırın. Təşəkkür edirəm. Bizim izləyicilərimizin inancı ilə tam məsuliyyətli olduqlarını göstərirlər. Ancaq imsak vaxtında ehtiyat nəzərdə tutulub. Eləmi Vüqar müəllim? Məsələn, Qafqaz Müsəlmanlar İdarəsi, orada dəqiqələr var, səhv etmirəmsə. 5 dəqiqə ətrafında, bir neçə dəqiqə ətrafında, yəni... Əgər belədirsə? Belədirsə problemi yoxdur. Qəza deyildir. Bəli, amma tövsiyə olunan odur ki, insanlar bu məsələdə həssas olsunlar. Ehtiyatlıq əldə verilir. Vaxtında eləsinlər, amma bir neçə dəqiqənin problemi yoxdur, amma çox olmaz, onu nəzərə alsınlar. Çünki ümumiyyətlə, axşamda da, səhərdə də 1, 2, 3 dəqiqə belə. Ən azı var. Biz çox deməyək ki, insanlarımız biraz rahatlaşsınlar. Yəni, amma çalışıb əvvəldən bitirmək tövsiyə olunur. Minnətdarım. Vüqar müəllim, sözünüz var mı? Elədir yəni. Allah razı olsun. Buyurun. Salam, hər birinizə əvvəlcədən təşəkkür edirəm. Allah oruc namazınızı qəbul etsin. Sualım bununla bağlıdır ki, azan başlayan zaman namazı qılmağa başlamaq olar, yoxsa azanı gözləyib, azan qutarandan sonra namaza başlamaq olar? Çox sağ olun. Var olun. Hörmətli Vüqar müəllim. Yəni, əzana qulaq asmaq lazımdır, əzanı təkrar etmək lazımdır. Əzan bitəndən sonra da dua oxuyub, ondan sonra namaza qılmaq ədəbindəndir, gözəldir. Amma bu vardır ki, hər hansı bir adam işə tələsir, nə olub, gəldi, əzan oxundu, şey etsə, əzanın oxunması ilə namazın vaxtının girmişdir. Tələsi işi vardır, məsələn, işə çatmalıdır və bəlli şeydədirsə, o əzanın oxunmasına başlaması ilə bərabər vaxt girmişdir, namazını qıla bilər. Qılmağa başlaya bilər. Amma əgər müsait zamandadırsa, şeydədirsə, indi məsciddədirsə, bu, yəni, əzan oxunsa, oturub gözləmək lazımdır. Amma o dediyim kimi, vaxtı yoxdur, ancaq qılıb işinə çatması lazımdır. Bu başa düşüləndir. Bu formada ola bilər. Bu anlaşılandı. Təşəkkür edirəm. Buyurun.
Salam olsun İnam komandasının üzvünə və onun qonaqlarına. Bir dənə qısa sual vermək istəyirəm. Xahiş edirəm cavablandırardınız. Bu əzanı ancaq kişi verər, yoxsa qadın da verə bilər əzanı? Təşəkkür edirəm. Xanım redaktor İnamın işığında çox unikal sualları daşıyır. Ceyhun müəllim. Yəni ümumən İslam ənənəsinə görə azanı kişi verməlidir. Bəli. Yəni məsciddən söhbət gedirsə, bəli. Amma hardasa yalnız qadınlar bir araya gəlibsə, qadın məclisidirsə və öz aralarında azan vermək Ancaq qadınlar olan heç məclis. bir problem yoxdur. Amma belə məscidlərdə geniş mənada azanı yalnız Kişilər verməlidir. Bizi bilirsiniz artıq sosial şəbəkələrdə izləyirlər, İnamın YouTube kanalında və digər sosial şəbəkələrdə çoxlu sayda suallar var və o suallardan biri də qadın kəbin kəsə bilərmi Vüqar müəllim? Belə ünvanlayıblar. Qadın kəbin kəsə bilərmi? Yəni burada əsas məsələ odur ki, icab və qəbuldur, o şərtlərin yerinə gəlməsi şərtidir. Yəni kəsə bilərmi? Yəni orada o şərtlər yerinə... Yəni əslində İslam ənənəsinə görə indi bunun müxtəlif yanaşmaları var. Adətən bunu kişilər icra edirlər. Bəli. Kişilər tərəfindən bunun icra edilməsi tövsiyə olunur. Həm məsuliyyətə görə, həm müəyyən prosedurlara görə bunu kişilərin etməsi, yəni ənənə halını bizim dinimizdə alıbdır. Tövsiyə olunan budur ki, kişilər etsin. Və orada şahidlik məsələsi var, bir sıra məsələlər var. Ona görə bu əsasən dinin özünün yanaşmasıdır. Bəzən bunlar müxtəlif müzakirələrə çıxılır. Yəni bu da kişilərin o məsuliyyətini artırmaq üçün, məscidlərdə də daha çox azanla da bağlı dedik. Ona görə bu mənada tələb kişi şəxsin bunu etməsidir. Yəni bəyəniləndir. Yəni qayda da budur. Bu artıq ənənə halını almış bir məsələdir. Minnətdaram. Xanım redaktor, vaxtımız bitirmi yoxsa? Dəqiqə yarımız var. Onda izləyicilərimiz inciməsinlər. Onsuz da Allahın izni ilə, dövlətimizin himayəsi ilə bu gün yenə də iftara doğru saat 18:00-da İnamın işığında canlı efirdə görüşə gələcəyik. Əziz ev sahibləri, hörmətli millət vəkilim, ilahiyyatçı alim Ceyhun Məmmədov, sizə təşəkkür edirəm. Sağ olun. Allah sizləri qorusun. Allah razı olsun. Çox sağ olun. Mənim əziz qardaşım Vüqar müəllim, ilahiyyatçı alim, İlahiyyat məscidinin imamı, eləcə də Azərbaycan İlahiyyat İnstitutunun alimi, sizə təşəkkür edirəm. Çox sağ olun. Mənim Qarabağ qazisi, Quran hafizi, Müşfiqabad məscidinin imamı, sizə təşəkkür edirəm. Gəldiniz bir komanda olaraq 2 saatın içərisində Ramazanın fəzilətlərini insanlarımızla bölüşdük. Eləcə də sualları cavablandırdınız. Hər birinizə minnətdaram. Haqqınızı halal edin. Halal olsun. Əziz və vəfalı sevərlər, sonuna qədər imsaka doğru bizi izləyənlər. Allah Taala hər birinizdən razı olsun. Allah hər birimizin oruç və namazlarımızı qəbul etsin. Allah oruç tutmayan, namaz qılmayan, yardımlaşan, paylaşan, bütün soydaşlarımızın da etdiklərini ibadət qismində öz dərgahında qəbul edib, onlara da iman dolu, könül sahibliyi ilə oruc ibadətini həyata keçirmək üçün xeyirli fürsətlər ihsan etsin. Hər birinizi Allaha əmanət edirəm. Allahın izni, Azərbaycan dövlətinin himayəsi ilə, qismətimiz isə yenilməz bu İnam komandası ilə bugün saat 18:00-da sizlərlə görüşmək duaları ilə hər birinizi Allaha əmanət edirəm. Hər birinizin dualarında İnam komandasının olmasını təvəqqə edirəm. Uca, əziz Rəbbimiz canımız, can Azərbaycanımızı qorusun.